Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz və vəfalı inamsevərlər. Müqəddəs Ramazan ayının 11-ci günündə imsaka doğru, sübhün erkən çağında, mələklərin belə seyr etdiyi bu məqamda bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Gözəl yuxularına qalib gələrək, sübhün erkən çağında niyyətlənərək, oruz ədəbi ilə mənəvən silahlanaraq, inamın işığında, Ramazanın nuru ilə bizi izləməyə yenicə başlayan əziz izləyicilərimiz. Allah Taala niyyətlərinizi öz dərgahında qəbul etsin. Bəli, biz yenə də İnam komandası olaraq sizlərə xidmət üçün İslamın doğrularını, dinin gətirdiyi qaydaları, ən əsası isə Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün gəldik. Sonsuz mərhəmətin, lütfün, şəfqətin sahibi Rəbbimizə sonsuz şükürlər olsun. Azərbaycan dövlətinin himayəsi ilə yenə də xidmət yolunda olmaqdan qürur duyuruq. Əziz qonaqlarımı təqdim etməyə o qədər də ehtiyac yoxdur. Ancaq yenə də qaydalara riayət etmək məcburiyyətindəyəm. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, mənəvi dəyərlərimizin, dini dəyərlərimizin, İslamın bütövlüyünü, eləcə də din-dövlət münasibətlərinin yüksələn xətt üzrə inkişafında mühüm rol alan Mirniyaz Mirsəlov. Bilirsiniz niyə belə dayandım? Düşündüm ki, bəlkə də bir Mirniyaz Mirsəlov deyəm. Neçə Quran ustadı var ki, yüzlərlə Quran əxlaqı ilə tamamlanmış gənclərin ərsəyə gəlməsində, mənəvi tərəfdən yüksəlişində rol alsın. Elə Mirniyaz Mirsəlov, xoş gördük. Sabahınız xeyirli uğurlu olsun. Xeyirli olsun. Çətin deyil ki, sübhün erkən çağında gəlmək. Xoşdur bizim üçün. Allah ömrünüzü, gününüzü ailəcə xoş qərar versin. Eləcə də izləyicilərimizin. Kövsər Tağıyev, Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, ilahiyyatçı, alim, gecə bilmədi keçən Ramazandan, gündüz bilmədi. Hətta xanım redaktor bir tərəfə mənə söylədi ki, Seyidim, birdən xanım redaktor çəkinər. Nə zaman olur olsun, mən bu xidmət yolunda varam. O könlü sizlərə, hər birinizə verən Rəbbimizə sonsuz şükürlər olsun. Xoş gördük əziz qardaşım, nurlu qardaşım. Əziz Seyidim, Allah razı olsun, sabahınız xeyir olsun, əziz tamaşaçılarımızın da sabahı xeyirli olsun. Amin, amin, xeyirli və uğurlu olsun. Artıq Əmrah Eminov, Azərbaycan İlahiyyat İnstitutunun layiqli tələbələrindən olmuş, indi isə gənc ilahiyyatçı kimi təqdim etdiyimiz İnamın işığında səsinin sehri ilə, eləcə də öz mükəmməl əxlaqı ilə 100 minlərin könül dünyasını fəth edən gənc ilahiyyatçımız. Xoş gördük Əmrah. Çox sağ olun Seyidim. Sən onsuz da uzağa getmirsən ki, səhər axşam buradasın. Allah qorusun. Necə gedir? Çox sağ olun Seyidim. Hər şey yaxşıdır. Mən də sizi, dəyərli ustadlarımızı, bütün inamsevərləri, hər kəsi salamlayıram. Sabahınız, hər vaxtınız xeyirli olsun. Nə gözəl. Sabahınız, hər vaxtınız xeyirli, uğurlu olsun. Mən də izləyicilərim üçün deyim. Sabahınız, hər vaxtınız xeyirli, uğurlu, bərəkətli olsun. Elə isə Quran ayında mələklərin seyr etdiyi bu məqamda imsaka doğru Ramazanın 11-ci günündə dünyəvi ölkə olan canımız can Azərbaycanda qoy söz Qur'anın olsun. Qoy söz Qur'anın olsun ki, Qur'anın və şəhidlərin şəfayəti qalib sərkərdəmiz, qalib ordumuzun, qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın, bir də sosial şəbəkələrdən, YouTube kanalımızdan bizi izləyən, eləcə də Space televiziyasının bu an qarşısında əyləşərək bizə dəyər verən dəyərli inamsevərlərin üzərindən bir an olsa belə əksik olmasın. Qoy Quranın və şəhidlərin şəfayəti hər birimizin üzərindən əksik olmasın. Niyyət bəllidir. Necə olacaq niyyət? Bəli, Seyidim, mən ulu öndərimizi, ilk öncə şəhidlərimizi və qazilərimizi nə qədər doğmaları dünyasını dəyişib, eyni zamanda üzərimizdə haqqı olan ustad müəllimlərimiz dünyasını dəyişib və onu da qeyd edim ki, hal-hazırda bizi izləyən tamaşaçıların nə qədər yaxınları dünyasını dəyişib, hamısını niyyət edib, inşallah Quran-Kərim qiraətini həyata keçirməyə çalışacağam. Maşallah, müəllimlərindən dərsini gözəl almısan, bizdə isə təkmilləşmisən.
Eləsə, ya Allah, Bismillah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun bu sübhün erkən çağında mələklərin seyr etdiyi bu məqamda İslamı bizə tanıdan, sevdirən İslamın günəşi, axırın və əvvəlin seyyidi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifəyə.
Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə, qəlbi titrəyənlərə. Bir də bu əziz günlərdə, Quran ayında adları dilə gətirilməyən, ruhları anılmayan, məzarları ziyarət olunmayan, bir Fatihə, bir salavata möhtac qalan niskilli Rus sahiblərinə. Bir də Allahın sağlıq və salamı olsun sübhün erkən çağında savabını Allah Taala'dan umaraq, fəzilətinə inanaraq, oyaq, ayıq şəkildə qalaraq, zikr edən, dua edən, imsaka doğru hazırlıqlar görən bacı və qardaşlarımızın, övladlarımızın üzərinə. Qoy Allah Taala itaət və ibadətlərimizi əksikləri ilə qəbul etsin. Qoy Allah Taala şəhidlərimizi, Rus sahiblərini oxunan Quran kəlamları ilə xəbərdar etsin. Əmrah, təşəkkür edirəm. Lap könüllərin sızlamasına belə səbəb oldu. Həm ustad, bu dəfəki səsində bir ahəng, bir ecazkarlıq var idi. Tam fərqli. Mənə elə gəlir ki, Ramazan duyğularına Kövsər müəllim təsiridir. Rəbbimizdən davamlı olmasını təvəqqə edirəm. Allah razı olsun. İndi isə sponsor vaxtıdır. İcazənizlə haqqınızı halal edin. Sponsora keçid edək. Yenidən Ramazanın fəzilətlərini dəyərli izləyicilərimizlə birgə paylaşaq və bölüşək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah ruzilərini xeylisi ilə bol qərar versin. Əziz Nurlu qardaşım, Azərbaycan İlahiyyat İnstitutunun dirəkləri, Azərbaycanın dini mühitinin çiçəklənməsində, vəhdətin, birlik və bərabərliyin, yüksələn xətt üzrə inkişafında müstəsna rol alan qardaşlarım. Bilirsiniz, ağlım kəsəndən düz olanı dedim və düşünürəm ki, sizin fəaliyyətinizi sistemli şəkildə izləyən və xüsusi olaraq tək Azərbaycan İlahiyyat İnstitutunda dini mühitdə deyil, inamın işığında göstərdiyiniz bu fədakarlığa görə 10 minlərlə, 100 minlərlə izləyicilərimiz sizi canlı efirdə görmək istəyirlər. Ona görə mən də bunu belə söyləyirəm. Bugün Ramazan ayında hər bir mövzuya həsr olunmuş çıxışlar olacaq. Bugün biz komanda olaraq, xanım redaktorda, rejissorumuzda razılaşdıq ki, təmizliklə bağlı danışaq. Biz necə edək ki, təmizliyə vərdiş edək? Biz necə edək ki, Ramazanı tək itaət və ibadətlə vərdiş deyil, həm də təmizliyə vərdiş prinsipləri ilə mənəvən silahlanaq. Buyurun, əziz qardaşım. Allah razı olsun, əziz Seydim. Siz bizi həm tərifləməklə üzərimizə də böyük bir məsuliyyət qoyursunuz. Hər dəfə biz bu sözləri eşidəndə məsuliyyətimiz biraz daha artır. Allah sizləri qorusun. Cümləmiz əzizim. Bəli, təmizlik Peyğəmbərimiz buyurur ki, imanın yarısıdır. Məşhur bir hədisi var Peyğəmbərimizin, dəstəmazla bağlı. Sizin evinizin önündən bir çay axa və siz hər gün orada 5 dəfə dəstəmaz alasınız, təmiz olmazsınızmı deyə sahabələrinə belə bir xitabı var Peyğəmbərimizin. Təbii ki, təmizliyi biz iki mənada
səciyyələndirə bilərik. Bir, maddi olaraq təmizlik. Doğrudur. İki, mənəvi olaraq təmizlik. Hər ikisinin yolunu mükəmməl bir şəkildə mükəmməl dinimiz bizə göstərib. Onun sevimli Peyğəmbəri öz tətbiqatlarında da bunu tətbiq edərək bizə nümunə təşkil edib. İlk öncə maddi təmizlikdən danışaq. Buyurun. Bilirsiniz, İslam gəldiyi dövrdə ərəb cəmiyyəti daha şəhərləşməmişdi. Əsasən səhra şəraitində yaşayırdılar. Və İslamla yeni tanış olandan sonra da bir çox qaydalar daha onlar üçün bəlli deyildi. Məsələn, deyək ki, tarlada işləyəndən sonra tozlu, tərli bir şəkildə məscidə daxil olardılar. Hər dəfə Peyğəmbərimiz bunu tədrici metodla onlara başa salırdı, öyrədirdi. Məsələn, bir dəfə tozlu bir şəkildə gələndə Peyğəmbərimiz buyurardı ki, məscidə getdiyiniz zaman üzərinizin tozunu yuyun, bu şəkildə məscidə gedin. Bir dəfə tərli gəldikləri zaman başa salardı ki, tərin qoxusu digər müsəlmanları narahat etməsin deyə və bunu heç kimin də qəlbini incitmədən deyərdi, ümumi söyləyərdi Allah Rəsulü. Və ya baxardı bir dəfə biri soğan və ya sarımsaq yeyib gələrdi. Bu şəkildə hər dəfə tədrici metodla eğitərdi insanları, tərbiyələndirərdi. Eyni zamanda ətraf mühitin çirklənməsi, ətraf mühitin təmizliyi ilə bağlı Peyğəmbərimizin tətbiqatına baxdığımız zaman görürük ki, xəbərdarlıqlar edir bizə. Çünki yaşadığımız ətraf mühit bizim hamımızındır. Hamımızın o ətraf mühitdə haqqı var. Bəli. Ətraf mühitin təmizliyini qorumaq hamımızın borcumuzdur. Doğrudur. Təkcə evimizin içi bizim deyil, evimizin çölü də bizimdir, küçələrimiz də bizimdir, şəhərimiz də bizimdir. Ümumən respublikamız da bizimdir. Respublikamızın təmizliyi, onun təbiətinin qorunması da bizimdir. Yəni, İslam dini heç bir şeyi gözdən kənar qoymamış, istər ümumi ətraf mühitin təmizliyindən tut, insanın özünün üst başının təmizliyindən tut, evinin, həyətinin, bəli, çalışdığın iş bütün bu məqamlara, çox təşəkkür edirəm. Aydınlıq çox gözəl bir başlanğıc oldu. Mən əziz nurlu qardaşım, Azərbaycan İlahiyyat Üniversitetinin dekan müavini İlahiyyatçı Adəm Kövsər müəllimə tam fərqli formada sual vermək istəyirəm ki, Allahın izni ilə qalib sərkərdəmiz Qarabağın Fatih İlham Əliyev cənablarının Müzəffər Ali Başkomandanlığı ilə 30 il işğal altında olan torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin qanı, qazilərimizin canı, bir də xalqımızın birlik və bərabərliyi, vəhdət gücü ilə dəmir yumruğun ətrafında birləşdik. Və tarixi zəfəri aylar, illərlə hər gün qeyd etməyə başladıq. Elə ki, işğaldan azad olunan bölgələrə icazə verildikdən sonra çox təəssüflər olsun ki, ağrılı, acılı mənzərələrlə rast gəldik. Laçın yolunun üzərində, Şuşanı keçdikdən Laçına doğru, yəni siz də getmişsiniz, bizlər də orada insanlarımızın nələrisə ora atdığını gördük. Düzdür, dövlətin aidiyyəti qurumları dərhal reaksiya verdilər. Allah razı olsun. Ekologiya Nazirliyi, Azərbaycan polisi çox böyük fədakarlıq göstərdilər. Demək olar ki, bütünlüklə qarşısı alındı. Ancaq bunun nə qədər yol verilməz olduğu dinin prinsiplərinə dayanaraq düşünüriksə, digər tərəfdən o qutsal, o mübarək, o müqəddəs torpaqlarımız ki, şəhid qanunları ilə suvarılıb, burada bir milli heysiyyatla yoğrulmuş gönül sahibi bunu edərmi? Yəqin ki, əsla etməz. Dinimiz nə söylüyor? Təşəkkür edirəm əziz seyircilər. Bir daha olmasın, indi mart ayıdır, may gələcək, inşallah, apreldən yenə kütləvi insanlarımız gedəcəklər, iqlim daha mümbit olacaq. Deyək ki, insanlar çəkinsinlər və bunun günah olduğunu bilsinlər. Ən azı şəhid ruhları qarşısında cavabdeh olduqlarını anlasınlar və idrak etsinlər. Çünki mən o mənzərəni gördüm və ağladım. Dərhal Allah razı olsun, dövlətimizin aidiyyəti qurumları səfərbər oldular və çox peşəkarlıqla onun qarşısını almağa nail oldular. Tək təmizliyi həyata keçirmədilər.
həm maarifləndirmə işini yüksək səviyyədə, Azərbaycan polisinin çox yüksək səviyyədə maarifləndirmə işini bir neçə gün içərisində tamamladı. Buna görə mən Daxili İşlər Nazirliyinə, nazirimiz başda olmaqla təşəkkür edirəm. Növbəti getdikdə yenidən o laləzarlığın, o gözəlliyin şahidi olduq. Buyurun. Teşekkür ederim Əziz Seydim. Yenə maraqlı, eyni zamanda lazımlı bir mövzuya toxunursunuz. Həqiqətən İslam dinində insana verilən, tövsiyə olunan əsas əxlaqi keyfiyyətlər birinci növbədə insanın özündən başlayaraq mərhələ-mərhələ yaxın ətrafına, daha sonra geniş ətrafına, daha sonra da dünyaya yayılacaq şəkildə bir əxlaqi xüsusiyyət qazanmamızı İslam dini bizə tövsiyə edir. Yəni, birinci bədən təmizliyindən başlayaraq təmizliyin bəlkə də ən primitiv forması. Doğrudur. Yəni, siz əvvəlcə öz nəfsinizdən başlayacaqsınız, zahiri təmizlik. Daha sonra mənəvi təmizlikdən söhbət gedir. Daha sonra bu mənəvi təmizliyi bir əxlaq qaydası halına gətirib ətrafa yaymaq. İslam dininin çox vacib məqamlarından biridir. Bu Axlar Minyaz müəllim də çox gözəl xülasə elədi o dövrdəki cəmiyyəti. Ərəb cəmiyyətində şərtlərin, şəraitin o qədər də əlverişli olmadığı bir mühitdə Həzrət Peyğəmbər su qıtlığının belə olduğu bir dövrdə suya israf etmədən təmiz qalmağı şiddətli bir şəkildə tövsiyə edilir və elə bir tövsiyədir ki, bu sadəcə demək normal təmizlikdən söhbət getmir, yəni namazların belə vacib şərtinə çevrilir. Yəni siz əgər bu təmizliyi yerinə yetirməsəniz, namazınızı belə qıla bilmirsiniz. Bax, bu şəkildə vacib bir əhəmiyyət kəsb edilir. Təbii ki, insanın öz daxilindən başlayan, əvvəlcə bədənindən başlayan, daha sonra onun daxili dünyasına sirayət edən bu təmizlik anlayışı, xoş olmayan şeylərin insanın birinci öz bədənindən, sonra nəfsindən atılması onda bir əxlaqi keyfiyyət meydana gətirir və bu əxlaqi keyfiyyət eyni ilə suya atılan bir daşın suda dalğalar yaratdığı kimi, bax, bu əxlaqi keyfiyyətlər də cəmiyyətdə, ətrafımızda dalğa-dalğa yayılmalı. Mükəmməl izahdır. Qeyd elədiyiniz o məsələ ki var, yəni biz adətən təmizlik deyəndə özümüzü fikirləşirik. Yəni belə gigiyena qaydaları ağlımıza gəlir. Halbuki təmizlik və müsəlmanın buna baxışı çox daha qlobaldır. Elə sizin də qeyd etdiyiniz ətraf mühiti təmiz saxlamaq, çevrəmizi təmiz saxlamaq və dünyamızı təmiz saxlamaq. İslamın prinsiplərindən. Bəli, bugün İslam dünyasının, İslam əxlaqının bəlkə də dünyaya verə biləcəyi ən vacib şeylərdən, ən vacib əxlaqi keyfiyyətlərdən biri məhz budur Seydim. Mən qeyd etdiyiniz məqama gələcəm, amma bunu xüsusilə qeyd eləmək istəyirəm. Bugün dünyada qlobal bir çirklənmədən söhbət gedir. Yəni dənizlər tullantılarla dolub, bu orada yaşayan canlıların həyatına təhlükə yaradır. Eyni zamanda ekologiya pozulub, qlobal şəkildə insanlar bir araya gələrək bunları çözməyə çalışırlar. Bizdə də bu barədə bilirsiniz, biz ev sahibliyi etdik. Dünya miqyaslı bir summit keçirildi. 29 ev sahibliyi etdik. Bu eyni zamanda bizim o mənəvi dəyərlərimizdən gələn, əxlaqi dəyərlərimizdən gələn, dünyada olan bu kimi çirklənməyə, ekologiya çirklənməsinə belə biganə qalmadığımız göstərir. Qaldı ki, bizim öz doğma torpağımız, yəni illərlə həsrətində qaldığımız, göz yaşı içərisində baxdığımız və bir baxıma, yəni sözün məcazi mənasında müqəddəsləşdirdiyimiz o torpaqlarda bir gedib baxırıq ki, həqiqətən ətraf mühit insan izləri ilə doludur. Təbiətdə heç bir canlı insan qədər iz buraxmır. Yəni, vəhşi heyvanlar belə bu qədər iz buraxmır. Amma baxırsınız ki, ətraf tullantılarla doludur. Bu həqiqətən çox acınacaqlı bir haldır. Bu barədə şuurlanmamız lazımdır. Təmizlik mədəniyyətin bir göstəricisidir. İslam dini bizə yüksək mədəni səviyyəni gətirir, tövsiyə eləyir. İslam xalqımızın öz ənənələrində bu özünü əksini tapıb. Öz əksini tapıb və xalqımızın kodlarında bu təmizlik anlayışı var. Amma görürsünüz ki, buna biganə yanaşanlar, buna laqeyd yanaşanlar hər yerdə var. Mən elə gəlir ki, bu verilişlərdə sizin kimi insanların bunu diqqətə çatdırmasıyla bir əxlaqi keyfiyyət kimi qazanırlar, daha geniş kütlələrə yayılar. Baxın,
yüzlərlə insanın, minlərlə insanın bu kimi əxlaqi qaydalara riayət etməsi bəzən gözə görünmür. Amma 3 nəfərin, 5 nəfərin bu qaydaları pozması... 3 nəfərdən ibarət olub. Bəli. 3 nəfərin, 5 nəfərin qaydaları pozması o dəqiqə gözə dəyir. Mən elə gəlir ki, bax, bu əxlaqla əxlaqlanmalı və özümüzdən başlayaraq çevrəmizi hər zaman təmiz saxlamağa çalışmalıyıq. Təşəkkür edirəm. Bu da İslamın başlıca prinsiplərindən biridir. Çox hər ikinizə minnətdaram. Hətta izləyicilərimiz bilsin nə yazır. Yazırlar bu üçlüyün daim efirdə olmasını istəyirik. Mənə xanım redaktor buradan söylüyor. Mən də sizlərə söyləyirəm. Allah razı olsun. Allah razı olsun. Bizə dəyər verən necə 10 minlərlə yazırlar. Allah onların hər birindən razı olsun. Suallardan qəbul edək mi? Hazırsanız. Buyurun. Təşəkkür edirəm. Eşidirik. Olsun, axşamınız xeyir olsun ki, belə gözəl veriliş hazırlamışsınız. Bizim içimizdə bilmədiklərimizi sizdən sual verib, elə oturub verilişinizin daim izləyicisiyəm. Amma mən keçən gün orucumu bilmədən tez açdım, bilmədim də yəni. Elə yerdəydim ki, orada vaxtı bilmirdim, elə bildim ki, vaxtıdır, amma sonra gördüm ki, tez açmışam da. Çox narahat oldum, həmən gün elə bir gecən səhərə qədər yata bilmədim, özümü çox narahat hiss elədim. Bilmək istəyirdim ki, onu mən nə qədər nə etməliyəm ki, onu günüm belə qəbula sayılsın. Təşəkkür edirəm. Yenə də inaslı vətəndaşımız nigarandır. Əslində bilmərəkdən edir. Minnəz mənim, buyurun cavablandırın. Bəli, əziz Seydim, bu bizim insanlarımızın həqiqətən dinin hökmlərinə qarşı nə qədər həssas olduğunu göstərir. Bu cür sualları eşitdiyimiz zaman çox sevinirik biz. Bizim bu cür dinimizi sevən, dinimizin vacib rükünlərindən olan oruc ibadətinə qarşı belə həssaslıq insanı duyğulandırmaya bilməz. Bəli. Maşallah. Bu il daha da artıq bu say. Burada təbii ki, İnam komandasının böyük rolu var bu təbliğatda. Allah razı olsun sizlərdən. Dövlətimizdən, dövlət başçımızdan razı olsun. Onun yaratdığı mümbit şəraitdən biz də məharətlə istifadə edirik, ilahiyyətin bazasından. Bəli. Əziz Seydim, ümumiyyətlə dinimizin biz dəfələrlə qeyd eləmişik ki, əsas prinsiplərindən biri asanlaşdırmaqdır, çətinləşdirmək deyil. Ona görə bütün ibadətlər üçün bilmədən şərti mütləq qoşulur. Məsələn, namazda da bu var, orucda da bu var. İnsan bilmədiyi təqdirdə xəta edərsə, təbii ki, bu cəzası deməyəcəm, cəzası yüngül olacaq deməyəcəm. Çünki şuurlu bir şəkildə etmədiyi üçün ora cəza düşməz. Çünki bilməyib. Bəli. İndi izləyicimizin mən belə həssaslığından başa düşdüm ki, orada yəqin ki, bir dəqiqə söhbəti olur. Ola bilər. Çünki ehtiyat vacib də var Qafqaz müsəlmanları idarəsinin tərtib etdiyi cədvəldə də belə deyə bilərik. Bəli, amma biz Peyğəmbərimizin hədislərindən keçən verilişdə də birlikdə biz bunu zikr etmişdik. Peyğəmbərimiz buyurur ki, sahuru gecikdirin, iftarı tələsdirin. Yəni, mən də izləyicimizə demək istəyirəm ki, qəlbi çox rahat olsun. Allah Teala bizim oruç tutduğumuz zaman neçə dəqiqə, neçə saniyə tutduğumuza deyil də, biz həmin gün həqiqətən bədənimizlə və ruhumuzla oruc ola bildikmi? Bəli. Əsas bunu dəyərləndirəcək. Doğru. Nə qədər səmimi bir şəkildə biz icra elədik bu ibadəti, bunu dəyərləndirəcək. Bəli. Yəni, rahat olsun izləyicimiz. Əgər ürəyi yenə də rahat olmasa, bir günə bir gün, yəni bir gün bunu edibsə, ürəyinin rahatlığı üçün qəza niyyəti ilə bir oruç tutur. Yəni, şübhə könlündə hakim olmasa. Mükəmməl bir cavabdır. Bizə fərqli sosial şəbəkələrdə izləyən artıq minlərlə izləyicilərimiz var. YouTube kanalımızda inanın bizi izləyirlər. Xatirə Abbasov adlı izləyicimiz yazır ki, mən namaz qılmıram, oruç tuturam və qüsül alıram, ancaq dəstəmaz almıram. Bu dəstəmaz almalıyam yoxsa yox? Kövsər müəllim? Bəli, bu təmizliyin fərqli növləridir. Əlbəttə ki, qüsula biz böyük təmizlik deyirik, böyük təmizlik. Dəstəmaz və qüsul bütün ibadətlər üçün, daha doğrusu qüsul təmiz olmaq həm namaz üçün, həm oruc üçün keçərlidir. Hətta fiqh məktəblərindən bəzilərinə görə, bəzi iştihad alimlərinə görə qüsulsuz oruc olmaz. Yəni qəsdən bilə-bilə sən əgər sahuru
qüsulsuz girmisənsə, sahuru qüsulsuz elib, imsaka da qüsulsuz girmisənsə, bu oruc sayılmaz, qəzasını tutmaz. Qatil sayılır. Bəli, o baxımdan əhəmiyyətlidir. Amma əgər namaz qılmırsa, çünki dəstəmaz namaz qılmağın şərtidir. Yəni namaza hazırlıq baxımından namazın ön şərtidir. Əgər namaz qılmırsa, sadəcə qüsullu olmaq onun orucuna bir xələl gətirməz. Yəni namaz qılarkən dəstəmaz alar. Belə bir şərt yoxdur ki, qüsul alırsan mütləq dəstəmaz da almalısan ki, orucun keçərli olsun. Belə bir şərt yoxdur, narahat olmasın. Dəstəmaz, dediyimiz kimi, namazın ön şərtidir. O baxımdan namaz qılarkən dəstəmaz alınır. Və bir də, məsəl üçün, ədəbə uyğun olaraq Quran-ı Kərim oxuyarkən dəstəmaz almaq bu üsula uyğundur. Bu bir ədəb qaydasıdır. Yəni, bəzi alimlərə görə qüsullü olmaq belə kifayətdir Quran-ı Kərim oxuyarkən. Amma bir qism də alimlər bunu bir ədəb qaydası olaraq deyirlər ki, Quran-ı Kərim oxuyarkən də dəstəmaz almaq bir ədəb işidir. Hökm deyildir, ancaq bəyəniləndir. Bəli, hökm deyil, bəyənilən əməldir. Qurana bir hörmət əlaməti olaraq. Nəticə etibarilə sadəcə qüsul almaq orucuna onun bir xələl gətirməz. Qüsullu olması vacibdir. Zaten qüsulla bağlı ilə mövzumuz da bugün təmizlikdir, Seyidim. Bəli. Bir hədisi də xatırlayaq. Buyurun. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir müsəlmanın uzun bir müddət qüsulsuz dolaşması uyğun bir əməl deyil. Xoş bir davranış deyil. Elədir. Yəni, bir gündən artıq qüsulsuz dolaşmaq bir müsəlmana, üzr istəyirəm, bir müsəlmana yaraşan bir əməl deyil. Çünki müsəlman hər zaman bunun fərqində olmalıdır. Sabah başına bir şey gələ bilər. Yəni o ədəblə atdığı hər addım, xüsusilə irfan ənənəsində bu çox özünü dərindən hiss elətdirir. Ayağını bastığın hər yerdə Allahı hiss eləməlisən. Yəni Allahın huzurunda görməlisən özünü və təmiz olmalısan, onu pak duymalısan deyir. Onun rızası üçün biz qüsul alarkən və dəstəmaz alarkən də Allah rızası üçün dəstəmaz alırıq. Elədir. Yəni sadəcə təmizlik məqsədi deyil, bunun özündə də bir Allah rızası umuruq. Ona görə bir müsəlmana uzun müddət qüsulsuz qalması yaraşmaz. Mükəmməl bir cavab oldu. Çox təşəkkür edirəm və mənə xanım redaktor söyləyir ki, fərqli sosial şəbəkələrdən yüzlərlə deyil, minlərlə bizə təşəkkür edənlər var və orada komanda üzvlərimiz üçün çox xoşları gəldikləri ifadə olunan bir təşəkkür var. Yeganə adında xanım yazır ki, 11 günlük evimizin qonaqları və dua edir və deyir ki, Seyyidimizin qonaqları bizim də əziz qonaqlarımızdır və bu üç nəfərin deyir bizi bu məkanda özünü görür, söyləyir. Mən şəxsim adına deyirəm. Deyir bu üç nəfərin üzünün nuru heç zaman əksik olmasın. Yəqin özü nurludur. 11 gündə evimizin qonaqları var olasınız. Allah razı olsun. Təşəkkür edirəm. Yəni belə minlərlə təşəkkür yazanlar var və həmin yeganə adlı xanıma, bacımıza, qızımıza dualarımla təşəkkür edirəm. Gönül o qədər özü nurludur ki, özü təmizdir, ruhu, mənəviyyatı özünü görür. Şəxsim adına deyirəm. Bizə də belə xoş təriflər deyir. Allah utandırmasın. Buyurun xanım redaktor. Orada televizorda işləyənlər, mənim 71 yaşım var. Elə bil ki, oruç tuturam, neçə illərlə namaz qılıram. Allah hamının orucu, namazını qəbul eləsin. Amin. Elə bil ki, mənim indi oruç tuturam bu şeydə, mənim başım elə bil gicəllənir. Ürəyim ağrıyır. Hərdən bir halsız oluram. Elə bil mən neçə yaşayacam ki, oruç tuta bilərəm. İndi 71, 72, əgər Allah mənə ömür versən, neçə yaşayacam, vəbşi belə deyilər qocalara olmaz da, çox, yəni oruç tutmaq. Ona görə onun cavabını mənə verin. Mənim balalarım, mənim əziz balalarım, mənim əziz qardaşlarım. Can, əziz anamız, qarşınızda baş əyirik. Üçümüz adına söyləyirəm. Deyir ki, neçə yaşa qədər mən oruç tutaram. Anamıza gəlin, belə deyək ki, o qədər də özünü yaşlı saymasın. Buyurun, cavablandırın. Xoş sözlərinə görə qarşısında baş əyirəm. Allah xeyirli, bərəkətli, iman dolu, uzun ömür nəsib etsin. Amin. Minnəz müəllim, buyurun. İnşallah. Quran-ı Kərimin Ramazan orucu ilə bağlı Əl-Bəqərə surəsinin 183-185-ci ayələrində
həm vacib olduğu, fərz olduğu buyurulur. Kimlərin oruç tutub tutmayacağı buyurulur. Və orada belə buyurulur ki, oruç tutmağa taqəti çatmayanlar. Yəni, izləyicimiz dedi ki, halsız oluram. Ayənin o hissəsi mənim yadıma düşdü. Doğru. Halsız olmaq taqət məsələsidir artıq. Bu kimlərə aid olunur? Bu təbii ki, yaşlanıb artıq elə bir həddə gəlir ki, insan taqətsiz düşür. Bəli, müqavimət zəifləyir, fiziki gücü azalır insanın. Və ya hər hansı bir xəstəlik səbəbi ilə insan yenə gücünü itirə bilər, yenə taqətsiz ola bilər. Amma anamızın danışığından anladım ki, anamız israrlı bir şəkildə oruc ibadətini yerinə yetirmək istəyir. Mümkün qədər tövsiyə edərdik ki, fiziki hər zamanki kimi vərdiş etdiyi o fiziki işlərdən biraz uzaq dursun. Ən azı Ramazan ayı. Bəli, Ramazan ayında biraz o işləri məhdudlaşdırsın ki, Allah da inanırıq inşallah güc qüvvət verəcək. Amma səhhətini də təbii ki, həkimlərlə məsləhətlərsin. Bəli, mütləq. İnaslı həkimlə məsləhətlərsin. Bu yaşda bilirsiniz, əgər baş gicəllənməsi olursa, Allah qorusun, təzyiq ola bilər. Yıxıla bilər, əzilə bilər. Mənə elə gəlir, həkimi ilə məsləhətlərsə daha məqsədə uyğun olur. Mütləq inaslı bir həkimlə məsləhətlərsin. Mənim də özümün xüsusi bir sualım var. Anamız dedikdən sonra bu yola çıxdım. Ola bilərmi adamın 90 yaşı var, 100 yaşı var, fiziki baxımdan, mənəvi baxımdan vəhdət halında sağlamdır və oruc mədəniyyəti ilə silahlanıb, israrlıdır ki, mən orucumu tutacam. Yəni, izni varsa da yenə də gümrahdır və orucu tutmaq istəyir. Onda niyə tutmasın? Əlbəttə, əziz Seyidim. Biz burada gücü yetməyənlər, Quranın ayəsini ilə gətirdik. İnsanlar yanlış anlamasın. Onlar tutmadığı günlərin əvəzində fidyə verəcəklər. Fidyə nədir? Hər günün əvəzində bir nəfər miskini, yəni yoxsulu doyuracaq. Amma təbii ki, gücü yetirsə ki, maşallah biz bunun nümunələrini görmüşük. Bəli, çoxdur. İnamın işığında görürük. Bəli. Təşəkkür edirəm, minnətdaram. Növbəti sual. Əvvəla sizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Allah ibadətlərinizi, oruç namazlarınızı qəbul eləsin. Amin inşallah. Mən inan verilişini həmişə izləyirəm. Ramazan bayramımızı xeyirli qarşılayaq. Amin. Mənim sizə bir sualım var. Mümkünsə sualımı cavablandırasınız. Deyilənə görə dində musiqi yoxdur. Bu ilki verilişdə musiqiyə də yer vermisiniz. Bilmək istəyirəm ki, bu nə dərəcədə düzgündür? Təşəkkür edirəm. Olar mı mən öncə deyim? İcazə verirsinizmi? Demək, biz, izləyicilərimiz bilsinlər, biz Azərbaycanda, dünyəvi ölçü olan Azərbaycanda dini dəyərləri, Ramazanın fəzilətlərini, məsələ Ramazanda da sizlərə çatdırmaq üçün bir şərəfli yola qədəm qoymuşuq dövlətimizin dəstəyi ilə və şəxsən musiqi seçimini isə layihə rəhbəri olaraq mən etmişəm və biz bura o mədəniyyət adamlarını dəvət edirik ki, onların ifaları insanların könül dünyasına müdaxilə edərkən onların mənəvi ruhunun yüksəlişinə, milli vətənpərvərlik ruhuna köklənməsinə mübarək səbəbkara çevrilir. Və düşünürəm ki, Allahı xatırladan, şəhidlərimizi xatırladan bu musiqilərin inamın işığında səslənməsi elə Azərbaycanın tək mədəni sahənin deyil, mədəni mühitin deyil, dini mühitinin də uğurudur və burada ilahiyyatçılarımız cavab verəcəklər. Mən hansısa batil, haram, nəsə görmürəm. Çünki özüm bir din adamı olaraq, şərqşünas olaraq ibadət etdiyini belə iddialı çıxmasını söyləyim, izləyicilərimiz bilsin. Hansı aydan, hansı gündən, hansı yaşdan mən ibadət edirəm, yəni körpəliyimdən belə onu xatırlaya bilmirəm. Məncə bu cavabdır, amma buyurun siz söyləyin. Siz də olmuşsunuz o verilişlərimizdə, görmüsünüz. Məsələn, Arif Mehmandost oxudu 2 musiqi, biri şəhidlərə həsr olunmuşdu, biri isə qazilərə həsr olunmuşdu, yəqin ki. Bəli. Buyurun. Qonağı idi. Elədir. Onda qonaq sizdiniz. Bəli. Üzr istəyirəm. Nə gözəl. Buyurun. Əziz Seyidim. Hətta kövrəldik biz. Bəli, bizi kövrəltmişdi. Çox dəyərli sözləri var idi bizim çox sevimli şairimiz o sözlərinə yazılmış. Qazilərin tək ayağı ilə durmasını, bəli.
Əziz Seydim, dində təbii ki, musiqiyə yanaşma bir mənalı deyil. Bizə gələn məlumatlar içərisində, məsələn, bir-birini təkzib edən məlumatlar da mövcuddur. Peyğəmbərimizin dövründə, məsələn, dəf alətindən istifadə olunduğuna dair rəvayətlər var. Bir qism isə bunu inkar edir, xeyr, dəf aləti olmayıb və s. və ilə. Ümumiyyətlə, dinimizin yanaşması necədir? Dinimizin yanaşması insanı normal ruh halından çıxarıb, onu dinimizə görə günah sayılan, işlərə sövq edəcək, öz o adi, normal vəziyyətindən çıxarıb, başqa hər hansı bir hala gətirəcək musiqilərdən bəhs olur. Bildim, bəli. O musiqilər ki, məsələn, bizim cəngi bizi döyüşə səsləyir sanki. Əlbəttə, milli vətənpərvərlik ruhunu. Bəli, bəli, çox gözəl qeyd ediniz. Milli vətənpərvərlik ruhunu yüksəldir insanı. O musiqilər ki, bizi mənəvi qidalandırır. Bu, bax, burada bir... Üzr istəyirəm, belə kobud çıxsa da deyəcəm, ağlımızı başımızdan almırsa. Almırsa, bəli, gözəl qeyd ediniz. Əziz Seydim, insanların bu duyğularını məhdudlaşdırmaq yanlışdır. Hər şeyi din adından istifadə edərək haramdır deyib, olmazdır deyib, insanların bir növ o deyir, təsir əks təsirə bərabərdir. Doğrudur. Haram deməklə insanları bir növ əksinə ona istiqamətləndirmiş olursan. Tətikləyirlər. Bəli, bəli. Ona görə hər şey haramdır deyərək insanların o mənəvi qida alacaq bir vasitəsini də onun əlindən almaq, bu artıq bezdirici olardı. Doğrudur. O musiqilər ki, dediyimiz kimi insanın könül dünyasını oxşayacaq, insan, bəli, biz deyirik ki, Quran oxumaqdan, gözəl Quran oxumaqdan zövq almalıdır, gözəl şeirdən zövq almalıdır və s. və ilə axır. Eyni zamanda gözəl musiqidən də zövq almalıdır. Doğrudur. Yəni, bütün musiqi adına musiqi haramdır demək yanlış olar. Allah hörmətli Mehriban xanımdan razı olsun. Muğamı yenidən nəinki Azərbaycana, bütün dünyaya tanıtdı. Dəstəyi olaraq Heydər Əliyev Fondunun burada misilsiz xidmətləri var və tək ölkənin hüdudlarından kənarda son 10 ildə muğam ustadlarımızın verdiyi çoxlu sayda konsertlər nəinki mənəvi dəyərlərimizə, Qarabağın tanıdılmasına, ədalətin, haqqın bərpasına ideoloji baxımdan böyük dəstək oldu. Və mən Azərbaycan klassiklərinin həyatına nəzər saldıqda, yaradıcılığına nəzər saldıqda və günümüzdə belə muğam ustadlarının, Allah Arif Babayev başda olmaqla xalq artisti, professor, Allah şəfa versin, ömür versin və Azərbaycanda son günlər Məhsun İbrahimovun, Respublikan xalq artisti, Teyyib Aslanovun, Respublikan xalq artisti, indi Samir Cəfərov gələcək və digər sadalamaq birdən yadımdan çıxar, Zabit Nəbizadənin, Respublikan xalq artisti gəlib oxuduqları hamısı milli vətənpərvərlik ruhuna köklənir və Kəbəni, Məkkəni belə vəsf edirlər oxuduqlarında. Şəhidləri vəsf edirlər. Məncə bundan narahat olanlar təkfirçi zehniyyətinin daşıyıcılarıdır. Dini və milli kimliyi qarşı-qarşıya qoymaq istəyirlər. Bunu edənlər Suriyada, İraqda, Yeməndə, Əfqanistanda öz nəinki dini və milli kimliyini, öz övladlarını belə itirdilər, dövlətçilik ənənələrini itirdilər. Ona görə də biz bu mücadilənin önündə düşünürəm ki, qiyamətə qədər bu birliyi qorumalıyıq və mühafizə etməliyik. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Allah bütün o namazları qəbul eləsin. Mənim bir sualım var. Bir ümsəqə durandan, yəni bu vaxtdan tutmasam oruc, onu bilirəm ki, qəzası bir gündür. Amma orucu tutub günün hansısa vaxtında tuta bilmərəmsə, açaramsa, onun qəzası nə qədərdir, zəhmət olmasa, onu mənə deyərdiniz. Təşəkkür edirəm. Ki, güya oruç tutmasan, günün istənilən vaxtında, amma tutmursan da, istənilən vaxtında açsın, onun qəzası deyirlər, güya 2 aydır. Bilmək istəyərdim, bu doğrudurmu? Təşəkkür edirəm. Minnətdarım. Hansı şəraitdə tuta bilməyəcək, sağlıq və səhəti ilə bağlı mı? Onu bilmirəm. Amma yenə də cavablandırın.
Bəli, oruc, əgər oruca niyyət edilibsə, o oruc axşama qədər tamamlanmalıdır, iftar vaxtına qədər tamamlanmalıdır. Yalnız oruc nə zaman pozula bilər? Ortada bir məcburiyyət halı varsa. Əgər bir məcburiyyət halı varsa, söhbət nədən gedir? Əgər sizin sağlamlığınızla bağlı bir problem yaranıbsa, siz orucu açmaq məcburiyyətində qalmısınızsa, tutaq ki, səhhətinizdə müəyyən problem yaranıb və ya həddindən artıq çox halsızlaşmısınız və siz orucu artıq axşama qədər çatdıra bilmirsiniz. Bəli. Bu halda orucunuzu açmaqda bir problem yoxdur. Və ya məsəl üçün kitablarda, alimlərin qeydlərində belə bir məsələdir var. Məcburiyyət qarşısında qalmaq, yəni hər hansı bir təkid altında, israr altında və ya hədə-qorxu altında qalaraq orucu açmaqdan da söhbət gedir. Tutaq ki, məsələn, fərziyyə deyirəm, bir əskər və ya bir nəfər düşmən əsirliyinə düşür və orada onu orucunu açmaq tələb olunur və ya buna bənzər hər hansı bir haldan söhbət gedirsə, bu halda orucunu aça bilər. Geri qalan hallarda oruc açmağa icazə verilir. Çıxılmaz vəziyyətdir. Əgər bu məcburiyyət hallarından hər hansı birindədirsə, səhhəti ilə bağlı və ya məcbur qalaraq açmaq məcburiyyətində qalıbsa, bunun sadəcə qəzasını etməklə kifayətlənə bilər. Yəni Ramazan bitdikdən sonra bir gün qəzasını edə bilər. Çünki qəsd niyyəti yoxdur da. Bəli. Amma bunun xaricində istəyə bağlı olaraq ürəyi belə istədiyi deyə qəsdən və ya bəzən bunun şahidi oluruq. Məsələn, deyir ki, vətəndaş sual verir ki, qonaqlığa getdim, yoldaşlar dedilər ki, orucunu aç, bəs biz yemək yeyək bərabər. Mən dedim ayıbdır. Mən də utandım onlardan, orucumu açdım. Hörmətsizlikdir deyə açdım. Hörmətsizlik deyə açdım. Bizə göndərirlər belə suallar. Bəli, bu ciddi bir problemdir. Bu artıq qəsdən orucu pozmaqdır və bunun kəffarəsi vacib gəlir. Kəffarə də həm qəzasını tutacaq, həm 60 gün kəffarəsini edəcək. Nəticə itibarilə ibadət ciddi bir hadisədir. Biz niyyət etmişiksə Allah üçün oruç tutmağa, onu tamamına çatdırmalıyıq. Hə, əlbəttə, dediyimiz bu məsələlər, sağlamlıq və digər məsələlər ortaya çıxandan sonra Allah zaten bunu üzürlü sayır. İzin vardır. Buna izin var, bəli. Buna görə narahat olmağa da dəyməz. Təşəkkür edirəm. Sosial şəbəkələrdən artıq 10 minlər bizi izləyir. Çoxlu sayda suallar var. Fatimə Mikaylovadır, izləyicimiz yazır ki, bizi salamlayır öncə, salam dualarını göndərir hər birimizə. Yazır ki, Peyğəmbərimiz buyurur ki, cənnət anaların ayaqları altındadır. Ancaq mən analar tanıyıram ki, övladlarını atırlar. Hətta analar var, övladlarını doğulmamışdan tələf edirlər. Bu kəlam həmin analara da şamildirmi? Çox vacib bir sualdır. Günümüzdə aktual bir sualdır. Elə maarifləndirmə işinə təkan verən bu sualların cavablandırılmasıdır. Minyaz mən buyurun. Əziz Seydim, təbii ki, izləyicimizin qeyd etdiyi, uşaqlarını tələf edən, uşaqlarını atan, analara bu şamil deyil. Onlar analıq duyğusundan Allahın nəsib etdiyi halda özlərini məhrum buraxan insanlardır. Analıq həqiqətən çox həm məşəqqətli bir prosesdir, eyni zamanda məsuliyyətli bir prosesdir. Və o əziyyətləri nəzərə alaraq təbii ki, Peyğəmbər, o yuxusuz gecələri, övladı xəstələndiyi zaman ananın keçirdiyi təlaşı, ondan sonra özü yeməyib, əlində olanı övladına yedirməsi və s. Bütün bunların fonunda o fədakarlığı nəzərə alaraq Peyğəmbərimiz uşağı dünyaya gətirməsini heç demirəm, əziz Seydim. Analar o əziyyətlə dünyaya gətirirlər. Təbii ki, bu məziyyətləri daşıyan analara şamildir Peyğəmbərimizin o hədisi. Yoxsa cinsiyyətindən asılı olaraq uşağı tələf etmək və ya say yetərliliyi görüb də artıq bir və ya iki övladım var, üçüncüsü artıqdır deyib tələf etdirmək bu cür analara şamil olunmur və uşağı tələf etdirməyin İslam dininə görə cəzası əfv olunmaz bir cəzadır, böyük cəzadır. Axirət cəzası var. Yəni biz bunu böyük günahlardan sayıldığını bilirik. Yəni bayaq Kövsər müəllim gözəl qeyd elədi. Orucu tutmamağın qəzası var. Orucu qəsdən pozmanın cəzası var. Elədir.
Cəza da nədir? Yenə də bu dünya həyatında onu ödəyə bilirsən. Bundan xilas olmaq mümkündür, belə deyil. Amma uşağı tələf etməyin təbii ki, xilas yolu yoxdur. Elədir. İstər onu tələf olunmasında iştirak edən həkimin, Bəli. istərsə də ananın Doğrudur. xilas olma şansı Təqsirkardır. yoxdur. Bəli. Yəni Allahın da şiddətlə cəzasının ağır olacağını verdiyi hökmlər içərisindədir. YouTube kanalımıza Günay Hacıyev adlı izləyicimiz yazır ki, əgər bir xanım qüsül almadan oruç tutubsa, bu qəbuldurmu? Gövsər müəllim. Burada yenə qeyd edək ki, fərqli görüşlər var. Yaxşı olar ki, Ənəvi iki görüş var. ənəvi iki görüş var. Bunlardan biri odur ki, qüsulsuz halda oruç tutursunuzsa bilərək bu batildir. Bilərək. Bəli, yəni tutaq ki, Bəli. imsak vaxtı gəlibdir, artıq siz oruca başlayacaqsınız, gecədən qüsulsuz olduğunuzu bilirsiniz, imsaka qədər qüsul almalısınız. Qüsul almasanız, orucunuz batildir, qəzasını eləməlisiniz. Digər görüşdə? Digər görüşə görə, əgər imsak vaxtı yaxınlaşırsa, siz sahurunuzu edib, qalxdıqdan sonra da, imsak saatı girdikdən sonra da qüsulunuzu ala bilərsiniz və ya əgər yatıb qalmışsınızsa, sahur vaxtını, imsak vaxtını keçirmişsinizsə, oyandığınız zaman qüsul ala bilərsiniz. Bir görüşə görə, bu dediyim ikinci görüşə görə qüsul almaq oruc ibadətinin şərtlərindən biri deyil. Elədir. Ona görə şərtlərindən biri olmadığına görə başlayarkən qüsulsuz başlayıb, amma gün içərisində qüsul almağınızda oruca xələl gətirən bir məsələ yoxdur. Dolayısıyla iki fərqli görüş var. Bizim tövsiyə elədiyimiz görüş nəticə etibarilə qüsullu olmasıdır. Doğrudur. Yəni imkan Həssas daxilində, bəli, imkan daxilində ehtiyatlı davranmaq. Bəli, imkan daxilində ibadətə təmiz girmək daha önəmlidir. Çox təşəkkür edirəm. Niyə tələsirəm? Sponsora keçid etməliyik. Mən də televiziyaların qaydalarına riayət etməliyəm. Eləcə də sizin də özünüzün öz verilişiniz var. Maşallah olsun. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Bəli, əziz Nurlu qardaşım, çoxlu suallarımız var. Dərhal birini qəbul edək. Buyurun. Sabahınız xeyir. Salamlayıram hər birinizi. Seyid, belə bir sualım var. Bu axır vaxtlar sosial verilişlərdə görürük ki, atılmış valideynlər var. Atalar gəlir, analar gəlir, evladlar baxmırlar. Və orada belə yönəldirlər ki, heç bir evladın borcu deyil ki, ataya, anaya baxsın. Xahiş edirəm, bu münasibət bildirək. Nə dərəcədə düzdür? Ən valideyn qocalıb əldən düşübsə, buna kim baxmalıdır? Təşəkkür edirəm. Ən gözəlini siz bilirsiniz. Xahiş edirəm, buna münasibət bildirəsiniz. Bir də sizdən bir xahişim var. İnşallah gələn il nəzərə alarsınız. Biz orada sizi elə bir şərait olsun ki, gələk canlı-canlı sizi izləyək orada. İnşallah. İnşallah. Keçən il belə bir şəraitimiz var idi. Azərbaycan İlahiyat Üniversitetinin tələbələri gəlirdilər. Bu il isə keçən ilkindən məkanımız daha işıqlıdır, daha zəruri tədbirlər görülüb. Allahın lütfü ilə, dövlətimizin himayəsi ilə artıq 10 minlərlə izləyicimiz bizdən istəyirlər, tələb edirlər, israrlı. Biz bu haqda da inşallah düşünürük.
İnşallah hasil olar diləkləriniz. Çox dəyərli Emel Niyaz müəllim, çox vacib və aktual, milyonları düşündürən bir sualdır. Sosial bəzi verilişlərdə bu faktdır. Bir kimsə bunu dana bilməz və mən bundan da çox üzgünəm. Bir ziyalı və din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda mücadilə verən bir mənəviyyat adamı olaraq da bəzən ora çağırılan ekspertlər deyirlər də onlara. Əksəriyyəti bax həmin fikirləri səsləndirməyə özlərində güc tapırlar, hətta cəsarət tapırlar. Bu milli mənəvi dəyərlərimizə, qalib sərkərdəmiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mənəvi dəyərlərlə bağlı uğurlu, çevik siyasətinə ziddir. Nə yazıqlar olsun ki, var bu. Çox təəssüf. Yəni bu üzücüdür və izləyicilərimiz də bundan, vətəndaşlarımız çox üzülürlər bu mənəvi dəyərlərimizə, toxunulmaz dəyərlərimizə, elə İslamın özündə ata-anaya belə Quran-ı Kərimdə Rəbbimizin verdiyi hökmə qarşı gəlməkdir. Həm mənəvi, həm dini dəyərlərimizə ziddir. Buyurun. Əziz Seydim, bir dəfə bir çıxışımda mən din xadimlərimizə demişdim ki, sizin məsuliyyətiniz çox ağırdır. Çünki siz öz yerinizə danışmırsınız. Siz Allahın adından, Elədir. onun Peyğəmbərinin adından və kitabına əsasən danışırsınız. Bu həqiqətən məsuliyyətli işdir və bugün biz də o məsuliyyəti üzərimizə götürərək sualları cavablandırarkən Allahın kitabında buyurduğu hökmlər əsasında danışırıq və Peyğəmbərinin müqəddəs o kəlamları, hədis şərifləri əsasında danışırıq. Peyğəmbərimiz valideynlər sizin cənnətiniz və ya cəhənnəminizdir buyurur. Mən hər zaman bilirsiniz nəyə şükür edirəm, əziz Seydim? Uşaq da görəndə şükür edirəm, yaşlı da görəndə şükür edirəm. Deyirəm, Rəbbim, sən nə qədər gözəl bir Rəbsən ki, insanı hansı mərhələdən hansı mərhələyə gətirirsən. İnsanın bir güclü olduğu dövr olur və elə zənn eləyir ki, dünya bunun üçün bu şəkildə davam edəcək, amma elə deyil. Allah Teala necə uşaq ikən onu qayğıya möhtac yaratmışdısa, yaşlandığı zaman da yenə o qayğıya möhtac olur insan. Və bu cür insanlar həqiqətən düşüncəsiz insanlardır. Onlar düşünə bilmir ki, valideyninə qarşı necə övlad oldunsa, bu genetik koddur. Övladın da sənə qarşı o cür övlad olacaq. Və dinimizin, belə deyək, ən böyük günahlardan saydığı məsələlərdən biri də valideyni atmaq demir, ağ valideyn olmaq. Elədir. Valideynə cavab qaytarmaq, valideyni eşitməmək, ona qarşı kobud davranmaq. Əgər Peyğəmbər yaşasaydı və ona deyilsəydi ki, filan kəslər valideynini atıb, nə deyərdi? Görəsən, İslam Peyğəmbəri nə reaksiya verər? Doğrudur. Yəqin ki, o valideynlərini atanları ümmətindən saymazdı. Və mən həmin şəkildə deyirəm ki, həqiqətən elə iki Əhl-i Beyt nümayəndəsi olaraq demək istəyirəm ki, Peyğəmbərimiz mütləq və mütləq deyərdi ki, onlar bizdən deyil. Valideyni atanlar müsəlman ola bilməzlər. Onlar formal müsəlmandır. Nə qədər la ilahə illallah Muhammedən Rasulullah desələr də, onların o müsəlmanlığı ancaq özləri üçün. Mükəmməl bir cavabdır. Buna görə mən sizə təşəkkür edirəm. Və nə yazıqlar olsun ki, bəzi sosial verilişlərdə gəlib əyləşib, özünü ağsaqqal statusunda, dırnaq arası deyirəm, aparan, ziyalı kimliyi ilə cəmiyyətə sırınan ifadəmə görə izləyicilərimizə istəyirəm. Onlar içərisində var ki, deyirlər ki, ata-ananın, övladın borcu deyil ki, bu bizim həm dini, çox gözəl izah etdiniz, həm də milli kimliyimizə ziddir, bizim mənəvi və dini ruhumuza da ziddir. Təşəkkür edirəm, bu çox layiqli və insanların anlaya biləcəyi bir cavab oldu. Sosial şəbəkələrdən də dayanmadan bizə yazırlar. Dinar adlı izləyicimiz yazır ki, Dinar adlı izləyicimiz yazır ki, ata-ana övladlar arasında fərq qoyursa, buna münasibəti istəyirlər bizdən.
Təbii ki, əziz Seyidim, Yəni görünür bu da var. bəli, mən Görünür yox, əslində var. xatırladım. Keçən illəri də məhz sizin inan verilişində belə bir sual gəlmişdi. Biz gündəmə daşıyırıq. Bəli, Allah razı olsun. Cümləmizdən. Hər dəfə çox aktual mövzular qoyursunuz və şərait yaradılırsınız ki, izləyicilərimiz rahat bir şəkildə onları narahat edən məsələlər barədə soruşsunlar. Bu çox gözəldir. Təşəkkür Yəni, edirəm. həqiqətən Bərabər bacarırıq. böyük bir xidmətdir. Allah inşallah savaba yazsın. Amin, razı. Çox təəssüf əziz Seyidim. Övladlar arasında, övladlar valideynlərin meyvəsidir. Yəni, bu meyvə yaxşıdır, bu meyvə pisdir demək nə dərəcədə doğrudur, həqiqətən mən anlaya bilmirəm. Hər bir övladın öz yeri var. Yəni, Allah dünyasını dəyişmiş valideynlərimizə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Mənim valideynim, anam deyərdi ki, övladlar əlimizdəki barmaqlarımız kimidir. Hər birinin ayrı funksiyası, ayrı yeri, ayrı sevgisi var. Hər hansı birini kəssən və ya əzilsə, eyni ağrını verəcək. Yəni, nəticə itibarilə bütün bir vücudun üzvləridir bunlar. Övladlar da insanın vücudundan qopmuş bir parçadır. Onlar arasında çox təəssüf, əziz Seyidim, əgər cinsiyyət fərqi qoyurlarsa, oğlan övladına, ki nadir də olsa biz buna rastlaya bilirik, daha fərqli münasibət göstərirlər qız övladına. Bəzən əksinə də olur, tək qız övladına. Bəli, o insanlar hələ də cahiliyyə dövründə yaşayırlar. Yəni, İslamdan öncəki cahiliyyə dövründə yaşayırlar. Peyğəmbərimizin də onları necə lənətlədiyi məlumdur. Bu çox ağır oldu. Yəqin ki, biriləri dərsini alacaq. Çox təşəkkür edirəm və Fatimə adlı izləyicimiz yazır ki, bizi salamlayır və deyir, göz yaşları içərisində bunu yazıram. Əgər bir ata öz tək qızını və xanımını özdə halal həm hüquqi, həm də mənəvi baxımdan kəbin olan xanımını atıb, xəyanət edib gedirsə və özü də oruç tutub namaz qılırsa, dinin ona münasibəti necədir? Onun oruç namazı qəbuldurmu, soruşur. Kövsər müəllim, savablandıra bilərsin. Milyaz müəllim biraz istirahət etsin. Buyurun. Əziz Seyidim, bu kimi ailə daxili münasibətlər istər-istəməz müəyyən problemlərlə müşahidə olunur, öz əksini tapır. Əlbəttə ki, övladı, ailəni atmaq, onları çətin vəziyyətdə qoymaq, bu, müsəlmana yaraşan bir əməl deyil. Üzr istəyirəm, özü də inanclı deyir. Bəli, özü də oruç da tutur, namaz da qılır. Bəli, özü də inanclı bir insanın. Çünki övladların valideynlər üzərində haqqı var. Övladları yetişdirmək, onlara bir valideyn qayğısı göstərmək, onları valideyn qayğısından məhrum etməmək uşağın haqqıdır. Bu haqqı onun əlindən almaq, onun gələcəyini də bir baxıma məhv eləmək deməkdir. Eyni zamanda qadınlar dinimizin də buyurduğu kimi əmanətdir. Yəni bir insan Peyğəmbər özü sonucu xütbəsində söylədi. Bəli, Peyğəmbərin buyruqlarında bu var. Əmanətdir. Yəni ev əhli evin başçısı üçün bir əmanətdir. Həm qadın, həm uşaqlar. Elədir. Bu əmanəti laqeyd bir şəkildə ortaya atmaq və ya onları kimsəsiz buraxmaq, kiməsə möhtac hala gətirmək ibadət edən bir insana yaraşan bir əməl deyil. Əlbəttə ki, dinimiz boşanma kimi bir qaydaya təşviq etməsə də bunu qəbul edir, varsayır. Deyir ki, hətta hədislərdə bu keçir, Allahın ən sevmədiyi halal boşanmadır. Doğrudur. Yəni, boşanma barəsində icazə var. Amma bunu körkörənə şəkildə etmək, bunu zülümkar bir formada həyata keçirmək həqiqətən yaraşan bir əməl deyil. Bundan, yəni, əgər belə bir şeyə ehtiyac varsa, bunu da qaydalara uyğun şəkildə, zülmə uğramadan, baxın, o qayğıdan məhrum qalmadan etmək ən uyğun formadır. Övladına və keçmiş xanımına əziyyət yaşatmadan. Bəli. Təşəkkür edirəm. Çoxlu sayda suallar var. Yəni, çox ardıcıldır suallar. Orada qısa-qısa cavablandırarıq. Sizin üçün çətin olmaz. Təşəkkür edirəm. Buyurun. Sabahınız xeyir olsun. Allah tutduğunuz orucu, qıldığınız namazların hamısını qəbul etsin.
Hamınızı salamlayıram, bütün qonaqlarımızı. Mənim sizə bir sualım olacaq. Dəfələrlə biz sizin verilişinizə həmişə böyük maraqla baxırıq. Belə bir sual verilib ki, əgər bir şəxs yaşadığı yerdən uzaq səfərə gedirsə, namazı, orucu hansı durumda olmalıdır? Siz cavablandırırsınız ki, 10 gün müddətinə əgər səfərdə olsanız, namazınız tam olmalıdır. Mən 2 il bundan əvvəl hac ziyarətində olmuşam. Allah hamıya qismət eləsin. Bəs nəyə görə orada bizim başçılarımız namazı 2 rükət qıldırırdılar? Məncə çox rahatam ki, orada mən 4 rükət, 3 rükət hamısının yerində elədirdim. Amma onlar 2 rükət qıldırırdılar. Hətta namazları birləşdirirdilər. Günorta vaxtı 2 zöhr, 2 əsr, axşam, şam, işa. Yəni, təbii ki, bu oteldə, otelin məscidində olurdu, Kəbədə yox. Xahiş edirəm bu haqda. Təşəkkür edirəm. Allah Taala ziyarətinizi qəbul etsin. Rəbbim istəyində, arzusunda olan hər bir şəxsə o mübarək qutsal torpaqları, Kəbə evini, Məscid-i Nəbini ziyarət etməyi xeylisilə nəsib etsin. Sağlam canla həm fiziki, həm mənəvi, həm də maddi güc ehsan etsin ki, rahatlıqla bu ibadəti həyata keçirə bilsinlər. Köçər mənim sual aydındır yəqin ki. Bəli, səfərlə bağlı biz dəfələrlə... Hər iki görüşü söylüyor. Bəli, müxtəlif yanaşmalar var və o yanaşmaların təfərrüatları var. Bu nədən irəli gəlir? İstəyirəm Seydim, buna bir aydınlıq gətirim. Bəzən tamaşaçıların zehnində qarışıqlıq əmələ gələ bilər ki, yəni niyə bu barədə müxtəlif görüşlər var? Çünki Quran-ı Kərimdə bizə səfərdə olarkən oruçdan azad olunduğumuzu və eyni zamanda namazların başqa formada qılınması bildirilir. Amma bu səfər deyilərkən biz nəyi nəzərdə tuturuq? Hansı məsafədən söhbət gedir, hansı müddətdən söhbət gedir? Bunlar alimlərin iştihatları əsasında formalaşır. Fərqli münasibət. Bəli, fərqli yanaşmalar var. Bəzi alimlər deyirlər ki, məsələn, deməli 10 gün, əgər 10 gündən az səfərə çıxırsınızsa, səfəri sayılmırsınız. Bəzilər deyir ki, 15 gündən az səfərə çıxırsınızsa, səfəri sayılmırsınız. Bunlar dəyişir. Məsafə ilə bağlı məsələ də belədir. Bəziləri, tutaq ki, 40 kilometr, 45 kilometr götürülür. Bəzi alimlərin iştihadında bu 90 kilometr götürülür. 22 kilometr var. 22 kilometr birbaşa. Gediş-qayıdış əgər 40 kilometr, 45 kilometrə bərabər olursa, bu da səfər sayılır. Bu niyə belə olubdur? Yəni, alimlər bu barədə niyə fərqli iştihadlar ediblər? Yaşadığı yerlərdəki mövcud şəraitə uyğun qərar veriblər. Tutaq ki, biri Bağdadda yaşayır. Bağdaddan təxmin edilir ki, ən yaxın səfər məsafəsi tutaq ki, Bəsrə şəhərinədir. Bu Bəsrə şəhəri ilə bağlı məsafə bu qədərdir. Bu məsafəyə gedib gəlmək çətinlik yaradır. Ona görə belə qərar verib. Bəziləri Məkkədə bu qərarı verib. Məkkə ilə Mədinənin arası... Təbii ki, bu artıq bu müasir dövrümüzdə deyil. Elmi texnoloji tərəqqidən əvvəlki dövrlərdən söhbət gedir. Yəni, insanların ayaqla və ya atla, dəvə ilə məsafə qət etdikləri dövrlərdə verilib. Bu baxımdan bu məsafələr dəyişir. Tutaq ki, Məkkə ilə Mədinənin arası daha uzundur. Orada yaşayan alimin verdiyi hökmdə məhz o məsafəyə uyğun olaraq nəzərdə tutulur. O baxımdan bu barədə müxtəliflik var. Bu müxtəliflik mən tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, onlarda bir zehni qarışıqlıq yaratmasın. Hər hansı bir iştihada görə, hər hansı bir alimin iştihadına görə burada əməl edə bilərlər. Bunun da heç bir günahı yoxdur. Yəni, əmin olsunlar, narahat olmasınlar. Məkkədə də yəqin ki, qrup başçıları ona uyğun münasibət sərgiləyiblər. Bəli, oradakı hər hansı bir görüşə görə iştihadı əsas götürüb orada bu tətbiqatı tətbiq ediblər. Dolayısıyla bunların hər hansı biri haqqında yanlışdır, səhvdir. Mənfi fikir söyləmir. Təşəkkür edirəm. Bilirsiniz, mən hər zaman İslamı dəyərləri, xanım Eqtədir, suallar çoxdur. Eyb yoxdur, qısa edərik. Ancaq bunu da mən söyləyeyim. Görürəm, adam o qədər mariflənməyib, dini dəyərlərdən bilgisizdir. Quran-ı Kərimi bir dəfə olsun açıb, oxumuyub. Hədislər haqqında belə məlumat yoxdur. Hətta hədis nəyə deyilir? Belə sual ünvanlayır. Deyir, bu görüşlər nədir, bu məhzəblər nədir? Deyirəm, tutaq ki, Ağcabədidən, misal üçün, Zərdabdan Bakıya gəlirsən.
Biri var Kürdəmir yolu gəlirsən, biri var Saatlı Sabirabad yolu gəlirsən. Sonda yenə Bakıya gəlirsən. Yetərli olan bu yolu qəzasız, xətasız gəlib çatmaqdırsa, məzhəb, təriqət təhlükə deyil. Məzhəbçilik, təriqətçilik təhlükəlidir. Siz o yolda sağlam inasla, imanla, ilahi təslimiyyətlə irəliləyirsinizsə, nigarançılığa əsas yoxdur. Seydim, səhabədən əgər... Məncə yanlış çox doğrudur, həqiqətən. Bəli. Çox gözəl bunu təqdim elədi. Səhabədən bir dənə rəvayət var. Bu rəvayəti məncə burada qeyd eləmək tamaşaçılar üçün də bu məzhəb hadisəsi nədir? Fərqli fikirlər hardan yaranır? Onu anlamağa kömək eləyəcək. Bir gün Həzrət Peyğəmbər bir qrup səhabəyə bir şəhərdən başqa bir şəhərə getməyi tövsiyə edir. Deyir ki, filan şəhərə gedin və ya filan qəsəbəyə gedin, əsr namazını orada qılın. Tez gedin mənasında əsr namazını gedib orada qılın deyir. Həmin bir qrup səhabə yola çıxırlar və yolun bir hissəsində əsr namazının vaxtı girir. Səhabə arasında fikir ayrılığı yaranır. Bir qrup deyir ki, əsr namazının vaxtı giribdir, biz namazımızı qılmalıyıq. O bir qrup deyir ki, yox, Peyğəmbər bizə dedi ki, əsr namazını gedin orada qılın deyir. Digər qrup etiraz edilir ki, yox, Peyğəmbər dedi ki, yəni ora tez gedin mənasında bunu dedi. Baxın, bu Peyğəmbərin bu sözü insanlar arasında, səhabə arasında fərqli şəkillərdə başa düşülə bilər. Məzhəblərin ortaya çıxması və fərqli fikirlərin ortaya çıxması da biraz da bu Peyğəmbərdən gələn, eyni zamanda Qurandan gələn o dəlillərin fərqli şəkillərdə başa düşülməsidir. Burada pis bir niyyət axtarmaq doğru deyil. Alim ictihad edir. Bütün bu alimlərin hamısına, böyük alimlərin hamısına bizim hörmətimiz sonsuzdur. Alimlər yanlış edə bilərlər, doğru edə bilərlər. Baxın, alimləri də müqəddəsləşdirmək olmaz. Yəni, Həzrət Peyğəmbər deyir ki, müştəhid barəsində belə bir söz deyilir ki, müştəhid cəhd edərək, ictihad cəhd etməkdir, əziyyət çəkməkdir. Əziyyət çəkib dəlillər arasından bir hökm çıxartmaqdır. Müştəhid bütün zehni qüvvətini ortaya qoyaraq oradan bir hökm çıxarır. Əgər doğru hökm, yanlış hökm çıxarırsa ona bir savab var. Doğru hökm çıxarırsa ona 2 savab var. Yanlış hökm çıxarana niyə bir savab var? Çünki o bütün əziyyətini çəkibdir, dəlilləri ortaya qoyub orada bir cəhd edibdir və heç bir qəsdi də olmadan bu nəticəyə gəlib alim. Nəticə itibarilə onun da özünə uyğun bir savabı var. Bu baxımdan alimləri də bu nə müqəddəsləşdirmək lazımdır, nə də verdiyi hökmdən ötürü onu pisləmək və ya onu pis göstərmək, ittiham etmək bizə yaraşan bir əməl deyil. Hamısına hörmətimiz var hər zaman. İslam mədəniyyətinə və İslamın ruhuna ziddir. Təşəkkür edirəm. Suallar o qədərdir ki, elə gözəl danışırsınız ki, hətta istəyirəm yeni danışasınız. Amma məcburam deyəm ki, qısa cavablandıraq. Günah məndən asılı deyil. Yuxarıda xanım redaktorun rəhbəri ilə çalışan komanda üzvlərimiz deyir, izləyicilərimiz dayanmadan göndərirlər suallar. Həm sosial şəbəkədən, həm də İnamın WhatsApp nömrəsinə. Çünki fərqli sosial şəbəkələrdən canlı yayıma qoşulmuşuq artıq. Buyurun. Salam, hər vaxt xeyir olsun, əziz qardaşlar. Allah orucunuzu, namazınızı qəbul eləsin. Sizə bir sualım var mənim, zəhmət olmasa. İri mal ağ əti, qoçun ağ əti, xoruzun ağ əti, namaz qılan əhlinin yeməyi nə dərəcədə düzdür? Xahiş edirəm bu barədə. Bizə bir dənə məlumat verərdiniz. Təşəkkür edirəm. Bax, buna bənzər 10 gün içərisində yüzlərlə bizə sual ünvanlanıb. Siz komanda olaraq biz ümumiləşdiririk. Qoyunun, qoçun, xoruzun ağ ətinidir. Namaz qılan, ibadət edən insanın yeməsi nə qədər doğrudur. Əslində, kim üçünsə bu kiçik bir suala bənzəyir. Amma çox vacib və inançlı insanları daha çox düşündürən bir sualdır. Buyurun, bir yazmayın. Əziz Seydim, yenə də biz burada görüşlərə başvuracağıq. Fərqli yenə münasibət. Bəli, münasibət var. Biz bu görüşləri dediyimiz zaman, yəni əslində tamaşaçılarımızın ixtiyarına buraxırıq. Onlar hansı görüşü... Seçim haqqı onlarındır. Bəli, seçim haqqı onlarındır. Hansı görüşü mənimsəyiblər, hansı müştehidə, məzhəbə təqlid edirlərsə, o görüşü götürməlidirlər. Çox üzrsən bunu söyləməsəm,
qiyamətə qədər od tutub yanaram və görüş təmsilçiləri, etiqad göstərənlər inciməsin. Mən düşünürəm ki, son 10 ildə və son 7 ildə Azərbaycan İlahiyyat İnstitutu 7 ildir fəaliyyəti. 7 iliniz oldu. 7 ildir fəaliyyət. Demək, artıq inamın işığında sizin fətvanıza inanırlar. Bax, çox maraqlıdır ki, bu bir 100 minlər yaranıb, Azərbaycan dövlətçiliyinə bağlı, artıq milyonlara çevrilməkdədir. Bunu ilahi etiqadımla, imanımın gücü ilə deyirəm. Və hər bir görüşə sayğı və ehtiram bəsləyirəm. Ancaq keçən il Ramazanda siz gördünüz, bayramın bir gündə keçirilməsinə 5-3% arası fərq vardı. Yəni 95%-ə qədər, bəlkə də biraz çox xalqımız bu bayramı vəhdət halında keçirdi və Azərbaycan daha dövlətə, mənəvi dəyərlərə bağlı olan vətəndaşlarımız bunun vacibliyini inamın işığında sizdi, bizdi inandıra bildik. Və artıq milli kadrlar yetişir. Mən elə düşünürəm ki, birazdan sizin görüşə də bağlı olan milyonlar, tam bunu ciddi deyirəm, vəhdət görüşünə. Hətta bəlkə biriləri bunu sabah sosial şəbəkələrdə, xəbər saytlarında yayacaqlar və açıq da yaysınlar. Tam məsuliyyətli altını cızaraq deyirəm ki, inamın işığında çox yox. 1 il, 2 il dövlətimizin himayəsi ilə siz bunu görəcəksiniz. Sizlərin görüşünüzü təqdir edən, vəhdət görüşündən gedir söhbət. Artıq Azərbaycanda o mənəvi mühitin zəfərinin tamamlanma prosesinin şahidi ola biləcəyik. Ona görə də gecələr yorulmayın, gəlin. Sübhün erkən çağında tamam edin. Allah razı olsun əziz Seydim. Təbii ki, İnam komandasının burada sizin rəhbərliyinizlə çox əhəmiyyətli rolu var. Biz də tamaşaçılarımıza müxtəlif nəzəriyyələri və daha asan olanını təqdim eləməyə çalışırıq. Quranın prinsipləri əsasında, Peyğəmbərimizin, onun əhl-i beytinin sünnəsi əsasında etimad göstərdikləri üçün də təşəkkür edirik. Başda sizə, sonra tamaşaçılarımıza. Bəli, görüşlərdən çox az qisim müştəhidlərə görə istər qoyunun, istər iri buynuzlu heyvanın və ya xoruzun ağ ətini yemək halal hesab edilir. Amma əksəriyyətə görə olmaz deyil. Olmaz, haram buyurur. Təşəkkür edirəm, təkrar söyləyirəm, bizim bütün görüşlərə sayğımız, ehtiramımız var. Ancaq o görüş ki, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli kimliyinə, qəsb planının hazırlanmasında tətikləyici rol alır. Biz o görüşü də təqdir edə bilmərik. Bəli. Çünki bizim bir vətənimiz var, Bəli. bizim bir dövlətimiz var, bizim şəhidimiz, bizim qazimiz var, bizim qalib sərkərdəmiz var, bizim yenilməz dünya güc mərkəzləri qarşısında necə dimdik dayanan Allahın özünün seçdiyi Qarabağın fatihi var. Allahın özünün də zəfərlə müjdələdiyi Uhudun, Bədirin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın aslanları kimi ordumuz var. Allah qorusun. Amin. Bu da mənim elə bir şəcərəsi bəlli Əhl-i Beyt mənsubunun, elə iki Əhl-i Beyt mənsubunun bir mesajı olsun. Bir anamız, yaşlı anamız bildirir ki, mən ibadət edərkən, namaz qılarkən daha çox ağlayıram. Bu mənim orucuma və namazıma zidd deyil ki, batil etmir ki, mən bilirəm. Hətta buradan işarə verdim ki, xanım redaktora özünüz cavablandırın. Dedi, yaşlı anamızdır, onun haqqı olaraq siz mütləq bu sualı cavablandırın. Göstərməm, cavablandırın. Çox təsirli bir sualdır Seydim. Çox yaşlı bir anamızdır, hətta canlı efirə səsini daşıya bilmədik. Allah anamıza uzun ömür versin, ibadətlərini daim eləsin. İbadət əsnasında kövrəlmək, qəlbin incəlməsi və gözündən yaş gəlmək, bu çox imanın işarəsidir, bəli, həssas imanın göstəricisidir. Hətta Peyğəmbərimizin hədislərində belə bir rəvayət gəlir. Deyir ki, ibadət əsnasında Allaha qarşı günahlarınızı etiraf edib və ona qarşı qulluq ədəbini üzərinizdə hiss edin.
gözünüzdən bir damla yaşın gəlməsi sizin o qəlbinizin incəlməyinin əlamətidir. Hətta özünüzü kövrəlməyə məcbur edin deyə bir rəvayət də var. O da var. Bəli, ibadət əsnasında, namaza durduğunuz əsnada Allah var, siz varsınız. Bütün dünyaya, kənarda olan dünyaya gözünüzü qapayırsınız və Allaha yönəlirsiniz. O əsnada qulluğunuzun fərqində olursunuz. Allaha bəndəliyinizin fərqində olursunuz və günahlarınıza görə Allaha qarşı bir məsuliyyət hiss edirsiniz və gözünüzdən yaş gəlir. Bu çox gözəl bir əməldir. Xoş bir əməldir. Buna görə narahat olmasın qətiyyən anamız. Bu namazı və orucu pozan bir əməl deyil. Buna görə narahat olmasın. Təşəkkür edirəm. Ancaq biriləri də bilsin ki, bu mübarək kəlamlara və bu rəvayət söyləyək, bu rəvayətə dayanaraq edə bilməsinlər ki, əllərinə dəsmal alıb, yas yerlərində İslam şəhidlərini, Azərbaycan şəhidlərini sanki ağlayırlar və özlərindən bu ağlamaq, bu göz yaşları altında öz bizneslərini də qurmasınlar. Bax, mən bunu da söyləməyi xüsusi olaraq özümə borc bilirəm. Çünki o müqəddəs, o qutsal dəyərləri istismar etməsinlər. Bu ziddir və Allahın qəzəbinə səbəb ola biləcək hal və hərəkətdir. Buyurun xanım redaktor. Salam, hər vaxtınız xeyir olsun. Allah tutulan bütün orucları qəbul eləsin. Mənim sualım belə olacaqdır ki, mən oruc tuturam, övladlarıma yemək pişirmək məcburiyyətindəyəm. Yeməyin dadına baxıram, duzuna baxıram. Yəni bu orucu pozurmu? Təşəkkür edirəm. Biz hər gün yüzlərlə qızlarımız, bacılarımız, analarımız belə sual ünvanlayırlar və mən hər dəfə deyirəm, birini canlı efirə daşıyaq ki, eləsi var, yeni qoşulur. Qoy maariflənsinlər, çünki qadınların, ana və bacılarımızın üzərimizdə daha çox haqqı var. Həm oruç tuturlar, həm övladlarımıza xidmət göstərirlər. Hətta xanım var ki, gecəni səhərə həm Quran oxuyur, həm də minlərlə sualların cavablandırılması prosesində nəinki iştirak edir, rəhbərlik edir. Allah belə razı olsun. Fədakarlara eşq olsun. Buyurun. Allah razı olsun təbii ki. Əziz Seydim, analarımız, xanımlarımız həqiqətən fədakardırlar. Onlar bayaqki sualın davamı da olaraq deyə bilərik ki, bax bu cür analarımız da var. Övladını atan, onlara ana demək mümkündürsə, dırnaq arası analar da var. Amma bugün Allahın vacib əmrini yerinə yetirərkən öz övladlarını da düşünən analarımız da var. Vətən, dövlət adına övladlarını bu vətənin, dövlətin, bayrağın azadlığı uğrunda fəda edən analarımız da var. Bəli. Bu da nümunədir ortada. Təbii ki, icazəlidir. Yeməyin duzuna, dadına baxmaq icazəlidir. Ancaq udması? Təbii ki, boğazdan keçmədiyi təqdirdə, əziz Seydim. Allah əziz qərar versin. Keçmədiyi təqdirdə bunlar icazəlidir. Rahat bir şəkildə övladlarının gündəlik yeməklərini bişirib, dadına baxa bilər. Bu da onların həssaslığından qaynaqlanır. Dinimiz, şəriətimiz baxımından burada heç bir problem yox. Təşəkkür edirəm. Dərhal arıcı sualları qəbul edəyin. İcazəniz varmı? Buyurun, buyurun. Allah razı olsun. Sponsora keçid edək bəlkə. Ondan sonra. Olar mı xanım redaktor? Tamam, buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə.
İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Bəli, əziz qardaşlarım, fasilədə gördünüz, suallar 10 minlərlədir. Eləsə dərhal qəbul edək. Buyurun. Salam aleyküm Seyyidim, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Allah ibadətlərinizi qəbul eləsin inşallah. Mənim qonaqlardan belə bir xahişim vardı. Allah Teala Quran-ı Kərimdə buyurur, cəhənnəmin qapısında 19 dənə mələk qoymuşam. Bu 19 dənə mələkin imenli sayı 19 olmağının açıqlamasını çox istəyərdim. İmkan varsa versinlər. Təşəkkür edirəm. Xalqımız o qədər həssas nöqtələrə toxunurlar ki, ona görə potensial ilahətçiləri dəvət edirəm. Buyurun. Bəli, Seyyidim, tamaşaçımızın soruşduğu kimi həqiqətən belə bir ifadə var Quran-ı Kərimdə. Amma bunlar qeybi məlumatlar sayılır. Quran-ı Kərimin bu kimi ifadələri qeybi xəbərlər sayılır. Qeybi xəbər nə deməkdir? Allahın bildirməsi ilə olan məsələlərdir. Yəni, bizim görüb, müşahidə edə bilmədiyimiz məsələlərə dair xəbərlərdir. Quran-ı Kərim bu baxımdan qeyb xəbərləri verir. Cənnət və cəhənnəmlə bağlı məsələlər, oradakı cənnət və cəhənnəm mənzərələri, qiyamətin mənzərələri, bunlarla bağlı bizim anlaya bilmədiyimiz, mənasını dərk edə bilmədiyimiz bir çox məqam var. Bunlara qeyb xəbərləri deyirik biz. Nəticə itibarilə bunların niyə belə olduğunu biz bilə bilmirik. Yəni, bu 19 rəqəmi hardan gəlir, necə gəlir, bilmirik. Təbii ki, bəzi son dövrlərdə, xüsusilə 20-ci əsrdə Quran-ı Kərimdən bu kimi elmi faktlar çıxardıb, bunu izah etməyə çalışan və ya bir baxım müasir hürufilik dediyimiz müəyyən anlayışlar var ki, Quran-ı Kərimdən çıxan bu rəqəmlər üzərinə bir nəzəriyyə irəli sürməyə çalışırlar. Məsələn? Bu, məsəl üçün 19 rəqəmi ilə bağlı belə bir nəzəriyyə irəli sürülür ki, bu Quran-ı Kərimin sirlərindən biridir və müxtəlif bu 19 rəqəmi Quran-ı Kərimin müxtəlif yerlərində öz əksini göstərir və bunu müxtəlif şəkillərdə isbat etməyə çalışan alimlər var. Amma ümumi götürəndə bunlar, belə deyək, öz isbatını tapmamış və eyni zamanda əleyhdə görüşlər də olan nəzəriyyələrdir. Gizli kodlardır. Gizli kodlardır, bəli. Quran-ı Kərimdən, bəli, Quran-ı Kərimdən belə sirli nöqtələr tapıb çıxartmağa çalışan, onun, belə deyək, riyazi hesablamalarını aparan görüşlər var. Bunlar normaldır, insanlar bu barədə alimlər, maraqlanan alimlər var, buradan müəyyən nəticələr çıxartmağa çalışırlar. Ancaq həqiqətdə bunların nə ifadə elədiyini bilmək çox çətindir. Mən elə yeri gəlmişkən, məsələn, Quran-ı Kərimdəki hüruf-u müqəddələr haqqında da bənzər vəziyyət var. Quran-ı Kərimin müəyyən surələrin əvvəllərində müqəddə hərfləri gəlir. Elədir. Məsələn, Yasin surəsinin əvvəlində 2 hərf var. Yasin sözü 2 hərfdən ibarətdir. Yə və sin hərflərindən ibarətdir. Bu yə və sin hərfləri Quran-ı Kərimin başqa yerlərində də var. Məsələn, əlif, ləm, mim, əlif, ləm, ra, sad, nun. Elədir. Bunlar müxtəlif surələrdə var. Amma bunların biz mənalarını tam olaraq bilmirik. Bunlarla bağlı müxtəlif fərziyyələr irəli sülə bilirik. Alimlər bunlarla bağlı müxtəlif fikirlər irəli sülüblər. Amma həqiqətdə bunun mənası nədir? Gerçək mənası nədir? Bunu ancaq Allah bilir, bəli. Elə Quranın da özəlliyi və gözəlliyi bundan ibarətdir. Təşəkkür edirəm. Layiqli bir cavabdır. Bax, ona görə Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin çoxluğunu dəvət edirəm ki, elmi, nəzəri və Quranın hikmətlərini, Quranın hökmlərini ağla dayanan, şuurlu şəkildə izzah, məntiq, yəni bu çox maariflənmiş
və elmi cəhətdən, xurafatdan, cəhalətdən uzaq, bax, sizlərin varlığı Azərbaycanın mənəvi mühitini 30 il içərisində zəbt etmiş birilərinin nigarançılığına səbəb olub. Bundan da xəbəriniz olsun. Buna görə sizə təşəkkür edirəm. Və xanım doktor bildirir ki, artıq Bakı vaxtı ilə imsak vaxtına əziz izləyicilərimiz 1 dəqiqə qalıb. 1 dəqiqənin içərisində içə bilərsiniz. Allah razı olsun. Yoxsa mən sizin yerinizə kəffarə ödəsi deyiləm. Allah razı olsun. Hə, növbəti sual. Təşəkkür edirəm Kövsər müəllim. Çox məntiqli izah idi. Buyurun. Salam, sabahınız xeyir. Mən tutduğum orucun savabını rəhmətə getmiş yoldaşımın ruhuna hədiyyə eləmək istəyirəm. Nə dərəcədə doğru olduğunu bilmək istəyirəm. Təşəkkür edirəm. Allah rəhmət etsin. Axirətini xeyirli qərar versin. Minniyaz müəllim. Fərdi ibadətlərdəndir oruc. Namaz da o cümlədən fərdi ibadətlərdəndir. Dolayısıyla hər kəsin fərdi şəkildə yerinə yetirməsi istənilən ibadətdir. Və hər bir ibadət də savabı edən şəxsin özünə yazılır. Düzdür, məsələn, namaz ibadəti barəsində görüşlərdən biri budur ki, valideyn dünyasını dəyişdikdən sonra... Çox üzr istəyirəm, dönə-dönə əfrinizə sığınıram. Bunu da izləyicilərimizə, çünki 100 minlər bizimlə imsakı bağlayır. Əziz izləyicilərimiz, artıq Bakı vaxtı ilə, təkrar söyləyirəm, Bakı vaxtı ilə imsak vaxtı tamamlandı. Buyurun əzizim. Görüşlərdən birinə görə valideyn dünyasını dəyişdikdən sonra böyük övladın üzərinə artıq məsuliyyət düşür ki, onun qəza namazlarını yerinə yetirsin. Yenə deyirəm, görüşlərdən birinə görə bu belədir. Digərinə görə necədir? Digərinə görə hər kəs həyatdaykən ona vacib olan ibadətləri fərdi şəkildə yerinə yetirməlidir. Artıq insan dünyasını dəyişdikdən sonra onun qəzası yoxdur. İzləyicimizə də demək istəyirəm ki, inşallah başqa xeyir əməllərlə həyat yoldaşının arxasınca bəli. Çünki bu fərdi ibadətdir. Mükəmməl bir cavabdır. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir. Tutduğunuz orucları, namazları Allah qəbul etsin. Sizi narahat elədiyim, mən ölmüş anamın ruhuna hədiyyə namazı qılıram. Hədiyyə namazı qılıb göndərirəm. O düzgündür, düzgün deyil. Bəziləri deyirlər ki, mənə siz göndərdiyiniz qəbula keçmir deyə. Bəziləri deyirlər ki, qəbula keçir deyə. Onun barəsində bilmək istəyərdim ki, fikrinizi deyərdiniz ki, zəhmət olmasa. Görün, bu düzgündür, düzgün deyil bu qıldığım namaz. Təşəkkür edirəm. Allah vəfat etmiş atalarımıza, analarımıza, böyüklərimizə rəhmət etsin. Rəbbimiz sübhün erkən çağında, bax bu an duaların ən çox qəbul olunduğu bir məqamda indi edəcəyim dualarımıza ərşdə ol desin. Allah sağlam olan ata və analara övladlarının, özlərinin fiziki, mənəvi, maddi varlığı ilə güclərini artırıb sağlam, uzun ömür nəsib etsin. Fürsəti dəyərləndirmək lazımdır. Minniyaz müəllim, buyurun. Bəli, görüşlərdən birinə görə hədiyyə namazı mövcuddur. İzləyicimiz gözəl bir işlə məşğuldur. Adı nə olursa olsun, əgər hərəkət, nəticə, namaz və Allaha qulluqdursa, bu gözəl əməldir. Duadır. Bəli, hədiyyə namazı var və onun savabını keçmişlərin ruhuna hədiyyə etmək mümkün. Təşəkkür edirəm. Layiqli cavabdır. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Mən də sizi bu mübarək Ramazan bayramında salamlayıram. Hər birinizi. Allah tutduğumuz oruclarımız qəbul etsin. Mənim də sizə belə bir sualım var. Mən oruç tuturam Allahın izni ilə. İşdən gəlib evə çata bilmirəm. İftara evə gəlib çata bilmirəm. Mən hər gün yolda açıram bunu. Necə, düzgündür, yoxsa yox? Təşəkkür edirəm. Kövsər müəllim. Bəli, heç bir problem yoxdur. Tam üzürlüdür. Bəli, işdən evə gecikmək barəsində problem yaşanırsa, yolda yanında su daşıya bilər və ya xurma. Bir xurma olsa. Bir xurma ilə, bəli, orucunu vaxt girdiyi anda açması tövsiyə olunur. Daha sonra evə gəldikdən sonra iftarını edə bilər. Təşəkkür edirəm. Buyurun. Salam, sabahınız xeyir. Allah bu Ramazan ayında tutduğunuz orucları və qıldığınız namazları qəbul etsin. Sizə belə bir sualım var.
mən namaz qılan vaxtı əsnəmək tutur da məni. Bu da məni çox narahat edir. Namazımı qılmaqda mənə mane olur. Mən niyə bilərəm ki, əsnəməyimdə bu məni narahat edir. Əvvəlcədən təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Allah razı olsun. Niyaz müəllim. Təbii ki, namaz Bu da əsnasında yüzləri düşündürən bir sualdır. Əsnəmək, əziz Seydim, namaz əsnasında əsnəmək məkruh sayılır. Yəni bəyənilməyən əməldir. İzləyicimizə tövsiyə nə verə bilərik əsnəməməsi üçün? Ümumiyyətlə, mən hər zaman tövsiyə edirəm ki, namaz əsnasında oxuduğumuz ən azından surə və ayələrin tərcüməsini bilmək, tərcüməsini oxumaq vacib şərtlərdən biridir. Çünki namaz əsnasında Fatihəni oxuyarkən onun mənasını düşünmək, o anda onun mənasına varmaq, eyni zamanda əgər İxlas surəsi oxuyursa, İxlas surəsinin və ya hər hansı bir surə və ayə oxuyursa, onun mənasını oxumaq. Hətta tövsiyə eləyərdim ki, izləyicimizə Quran-ı Kərimin tərcüməsindən Qiyamə surəsinin tərcüməsini oxumaq, qiyaməti xatırlamaq, Allahı xatırlamaq. Əfvinizə sığınıram, Bakı vaxtı ilə azan vaxtıdır. Çox üzr istəyirəm. Əmrahımız gəlsin, gənc ilahiyyatçı, çox üzr istəyirəm. Estağfurullah. Bakı vaxtı ilə vəfalı izləyicilərimiz azan vaxtıdır. Ya Allah, Bismillah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح. حي على الفلاح. حي على خير العمل. حي على خير العمل. الله أكبر، الله أكبر.
La ilahe illallah. La ilahe illallah. Teşekkür ederim Emre. Allah səsinə, nəfəsinə güc versin. Allah müəllimlərindən, ustadlarından razı olsun, var olasın. Təşəkkür edirəm. Ey çarəsizlərin çarəsi, ey çarəsizlərin çarəsi, ey cənnətin və cəhənnəmin sahibi, ey sonu gəlməyən əbədi, ey canımız qüdrəti əlində olan Rabbimiz, müqəddəs Quran ayının mübarək 11-ci günündə, sübhün erkən çağında, mərhəmət mələklərinin seyr etdiyi bu məqamda qapına gəldim. Qurban olum Allahım, çarəsizlikdən sənə sığınanları, səni çağıranları, tövbə edərək qapına gələnləri əli boş qaytarma, ya Rabbim. Axı, sən də bizi əli boş geri qaytarsan, elə birisi varmı təmənnasız bizə qapı açsın? Səni çağırdıq, sənə yönəldik. İlahi təslimiyyətlə, iman, təqva dolu könül sahibliyi ilə gün çıxandan gün batana kimi savabına inandıq, fəzilətinə iman gətirdik. Bizləri məyus etmə, ya Rabbim. Peşmançılıq içərisində, göz yaşları içərisində qapına gəldik, ya Rabbim. Bizi qapından qovma. Axı, sənin özünün vədin var, ey Rəbbim. Öz kitabında özün söyləmisən ki, məni çağırın, mən sizə şah damarınızdan da yaxınam. Elə isə səni çağırıram xalqımız adına, inananlar adına. Ya Rəbbim, xalqımızı, dövlətimizi hər cür təhlükələrdən özün uzaq tut, mühafizə elə, ya Rəbbim. Ya Rəbbim, imkanı olmayan, ruzi ardınca gedib evinə əli boş gələnlər var. Onlar peşman olmasın. Onlara ruzi, iş ehsan elə, ya Rəbbim. Borçlular var, ya Rəbbim. Onların borcunu ödə, ya Rəbbim. Küsüllər var, ya Rəbbim. Bu mübarək ayda onları barışdır, ya Rəbbim. Ya Rəbbim, böhtana, iftiraya, fitnə fəsada məruz qalanlar var, ya Rəbbim. Üzülürlər. Allah mənə bəs edər. Ən gözəl vəkil, ən gözəl hakim, ən gözəl dost, ən gözəl yar. Sənsən deyə Allah səni çağırırlar. Aşkara çıxar. Onları məyus etmə, ya Rəbbim. Ya Rəbbim, 44 günlük zəfərdə tarixi fəthi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını sən bizlərə ərşdə ehsan elədin. Sən o fəthi bizlərə mübarək qərar verdin. Qalib sərkərdəni, Qarabağın Fatihi İlham Əliyevi ərşdə sən seçdin. 500 illik töhməti 30 il deyirlər. Nə 30 il? 500 illik töhməti üzərimizdən bir millət, bir xalq, bir müsəlman olaraq sən götürdün. Ona qətiyyət, ona iradə, ona güc verdin, ya Rəbbim. Xalqı vəhdət halına gətirib, ordumuzu gücləndirdin. Onun rəhbərliyi ilə bütöv Qarabağın işğaldan azadlığını şəhid qanları ilə, qazi canları ilə bizlərə ehsan qıldın. Ehsan qərar verdin. İndi isə sənə yalvarıram. Ey cənnətin və cəhənnəmin sahibi, ey axirətin və bu dünyanın sahibi, səni ad verirəm Şafi adına, səni ad verirəm Uhudun, Bədrin,
Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, 1-ci Qarabağ, 2-ci Qarabağ şəhidlərinin tökülən qanına. Sən həmin şəhidlərin doğmalarına Həzrəti Əyyubun səbrindən ehsan et. Onlara səbir verərək onların qəlbini aramla vurdur. Onların qəlblərini fərəhlə bəzə, ya Rəbbim. Qazilərimizə can sağlığı ver. Ya Rəbbi, xəstələrimiz var. Xanım redaktor söyləyir yüzlərlə, inamın işığında bizə inanır və vəsilə səbəbilə dua istəyirlər. Onlara şəfa ver. Onlarla izləyicimiz var, bəd xəstəlikdən əziyyət çəkirlər. Deyirlər, həkim deyib ki, nə qədər yaşayarsa qənimətdir. Həkimlər var olsun, hökm Allahdandır. Sən istəsən, neçə 10 illər yaşadarsan, onları bağışla, onlara şəfa ihsan elə, ya Rəbb. Övladı olmayanlar var. Mən bacımın, qardaşın belə yazıbları oxudum. Mənə göstərdi xanım redaktor. Saçını qoxuyuram, o qoxunu ala bilmirəm deyir. O qoxunu onlar da alması üçün, onlar da dadması üçün yoxdan var edən öz gücünlə onlara bir nütfə sudan övlad ehsan elə, ya Rəbbim. Şəhid analarına, şəhid atalarına, şəhid bacı və qardaşlarına, şəhid yarlarına xüsusi olaraq səbir, güc ver. Azərbaycan silahlı qüvvələrini, quruda, havada, dənizdə bizi qoruyan Azərbaycan ordusunu, Azərbaycan dövlət təhlükəsizliyini, Azərbaycan polisini, Azərbaycan sərhəd xidmətini, Azərbaycan xarici kəşfiyyat idarəsini sən özün qoru, ya Rəbbim. Daxildə və xaricdə Azərbaycanın əleyhinə olanlara fürsət vermə, ya Rəbbim. Xüsusi olaraq qəsbikar Ermənistana dəstək verən və onları növbəti müharibəyə tətikləyən, sövq etdirən ölkələri, qrupları, məkirli mərkəzləri sən hamıdan yaxşı tanıyırsan, Allahım. Onların başlarını öz ölkələrində özlərinə qat, ya Rəbbim. Bir daha Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycanın o qutsal torpaqlarına, ərazi bütövlüyümüzə yağı nəzərləri, yağı ayaqları dəyməsin, ya Rəbbim. Ya Rəbbim, qalib sərkərdəmizi, qalib ordumuzu, qalib xalqımızı vəhdət halında özün mühafizə ilə, özün qoru, sev və sevindir, ya Rəbbim. Allah qəbul etsin və bu an ekran qarşısında, YouTube kanalımızda, sosial şəbəkələrdə bizi izləyən ixlasla, təqva ilə, təslimiyyətlə, hər birinə belə etdiyim dualara amin deyən könül sahiblərinin könülləri abad olsun, fərəhlə dolsun. Bəli, haqqınızı halal edin. Sağ olun. Əmrah, sənə təşəkkür edirəm. Sağ olun. Sən artıq müəllimlərinin yanında qəlbləri fərəh verən Quran avazınla könülləri fəth etdin. Təşəkkür edirəm. İndi Seyram komandasında işlərin çoxdur. Dərhal yuxarı mərtəbəyə. Bəli, xanım redaktor, növbəti sualı. Bu arada mən onu da bildirim ki, biz İran verilişində yeni qoşulanlar bilsinlər, tolerantlığı, bərabərliyi, məhzəblər arası görüşlərin qiyamətə qədər qorunub mühafizə olunması üçün bir gün bir görüşün, digər gün isə digər görüşün azanı səslənir. Buyurun. Salam, sabahınız xeyir. Bilmək istəyərdim ki, məzarlığa gedəndə orada əgər Yasin oxutmaq mümkün deyilsə, məzarlıqda biz özümüz hansı duaları oxuya bilərik, hansı dualar orada oxunmalıdır, bunu bilmək istəyərdim. Təşəkkür edirəm. Quran ustadı, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyatçı alim
Mirniyaz Mirsalov məncə bu suala cavab versin. Əziz Seyidim, biz dəfələrlə bu barədə sizinlə İnam komandasının İnamın işığında bu məsələyə aydınlıq gətirmişdik, bir daha gətirək. İzləyicimizin sualına diqqət edərkən bir məqam xüsusilə məni cəlb etdi. Əgər qəbir üzərində, məzarlıqda daha doğrusu qəbir ziyarəti zamanı Quran oxumaq, Yasin oxumaq olmazsa deyə bir ifadə işlətdi. Burada xüsusilə son dönəmlərdə bu dilə gətirilir və gündəm edilir bu məsələ. Ölülərin arxasından Quran oxumamaq, Quran-ı Kərim yalnız dirilər üçün nazil olub, xüsusilə qəbirstanlıqda Quran oxumamaq, eyni zamanda qəbirstanlığı ziyarət etməmək və s. kimi məsələlər daşınır günümüzə. Halbuki əsrlərdir. Bəli. Halbuki əsrlərdir İslam ənənəsində formalaşan bir adət var. Hətta inşallah biz arzu edirik ki, Azərbaycanımızda Quranı başdan sona əzbər bilən hafizlərimizin sayı daha da artsın. Artıq 200-ü keçib, yüzlərlə, minlərlə arzu edirik inşallah. Dualarımız bu yöndədir, Quran hafizləri olsun. Qardaş Türkiyəmizdə məsələn dəfin mərasimi həyata keçirilərkən hafizlər toplaşır ora və dəfin əsnasında Quran-ı Kərim başdan sona xətm olunur. Bu İslamda varmı? Bu İslamda yoxmu? Bu cür artıq yaranmış o ritorik suallarla insanları bezdirirlər. İslamda olub olmaması bir tərəfə, bu İslama nə qədər zərər vura bilər? İslamın o əsaslarını zədələyə bilərmi bu cür məsələlər və ya xurafata yol aça bilərmi? Əsas məsələ bu məsələlərdir. Mən hər zaman deyirəm, o yerdə ki, Quran oxunur, o səslə ki, Quran oxunur. Peyğəmbərimiz deyir ki, Quran oxunduğu yerə Allahın mələkləri nazil olar və onu oxuyanın eyni zamanda dinləyənlərin də günahlarının bağışlanılması üçün Allaha dua edir. Savab yazar. Bəli. Dolayısıyla həm ölülərimizin arxasından Quran oxumaq adətinin davam etməsi yönündə mənim fikrim bir mənalıdır. Biz dedik ki, ölülərimizin arxasından Quran oxumaq duadır. Allahın bizə verdiyi, oxuduğumuza görə o savabı biz hədiyyə edirik. Həmən ölən keçmişimizin ruhuna, yaxınımızın ruhuna və dua məsələsinə gəlincə, onun bağışlanması üçün, onun təqsiratlarının, günahlarının bağışlanılması üçün öz dilimizdə, ana dilimizdə ürəyimiz necə istəyirsə dua oxuyuruq, dua eləyirik və təbii ki, burada da yenə qeyd etmək lazımdır ki, başqalarına Quran oxutturmaq yerinə övladının, ailə üzvlərinin bir Fatihəni oxuması bütün Quranı oxumasından daha fəzilətli, daha savablı bir əməldir. Deyə bilərik. Təşəkkür edirəm. Layiqli bir cavabdır. Mükəmməl bir cavabdır. Xanım redaktor, buyurun. Sabah zəhərvat xeyir olsun. İmsak o vaxtından sonra bu səhər çörək yedim, yadına çökür və dərman atmamışam. 3 dəqiqədən sonra dərman atdım. O orucum pozulmuş ki. Kövsər müəllim, buyurun. Allah şəfa versin sizə. Yəni, burada imsak vaxtından sonra azan vaxtına qədər bizim təqvimlərdə bir ehtiyat vaxtı da qoyulur. Əgər azan vaxtına qədər bu dərmanı atırsa, problem yoxdur. Hətta azan başlayıb oxunduğu əsnada atmasında da bir problem yoxdur. Əgər çox vacibdirsə, yəni kritik bir təsirə sahibdirsə, belə deyək, əgər o dərmanı atmasa, onun sağlamlığı ilə bağlı ciddi bir problem yaranacaqsa, yəni azan əsnasında atmasında problem yoxdur. 1-2 dəqiqə keçməsində də biz elə qəbul edirik ki, orada ehtiyat vacibi nəzərə alınıbdır. Bəli, orada çox ciddi bir problemin olmadığını düşünür. Çünki burada bir vacib bir durum var. O baxımdan inşallah ki, Allah bunu qəzaya yazmaz, keçərli olar yəni. Təşəkkür edirəm. Çoxlu sayda izləyicilərimiz yazırlar, biz bunu hər gün deyirik, ancaq yenə də deyək. Məsələn, YouTube-dan Tural adlı izləyicimiz yazır ki, ətir vurmaq orucu zədələyə bilərmi, poza bilərmi? Mirniyaz müəllim? Əziz Seyidim, bəli, bu cür suallar çox gəlir, mən də şahid oluram. İndi yüzlərlədir. Bəli, görüşlərdən birinə görə
qatı ətir qoxusu orucu pozan şeylərdən. Qatı. Amma təbii ki, biz Peyğəmbərimizin tətbiqatına baxdığımız zaman İslamı həyatında ən gözəl şəkildə yaşayan elə İslam Peyğəmbəri özü olub və İslam Peyğəmbərinin də gözəl qoxular sürdüyü rəvayət olunur, hədislərdən nəql olunur. Müsəlman təmiz olmalıdır, təmiz geyinməlidir, gözəl qoxularda vurmalıdır təbii ki. Bir nümunə baxımından əsl müsəlman belə olar mənasında. Ona görə xəfifdən icazəlidir. Təşəkkür edirəm. Dəqiqələrimiz var. Çox ardıcıl qısa cavablar istəyəcəm. Çünki dayanmadan yazırlar. Fəqan adlı izləyicimiz yazır ki, xanım evdə yad adam olmadığı halda namazı səsli qıla bilərmi? Xeyr, ümumiyyətlə xanımlar üçün səsli namaz tövsiyə olunmur dinimizə görə. Özü eşidəcək qədər, əgər bundan zövq almaq istəyirsə, rahat olmaq istəyirsə, özü eşidəcək qədər səslənmir. Təşəkkür edirəm. Vaxtımız varmı, xanım redaktor? Buyurun, buyurun. Birini götürək yanazı qənimətdir, savabdır. Buyurun. Xeyr olsun, sabahınız xeyr olsun. Hamını salamlayıram. Allah oruc namazınızı qəbul eləsin. Bir dənə zəhmət olmasa bir sual verim. Deməli, mənim iş yerim Bakıdadır. İş yerim Bakıda. Mən Gəncəyə gedəcəyəm. Hardasa bir həftəlik gedəcəyik, işimizi görüb qayıdacağıq. Mən orada oruc tutmalıyam, yoxsa yox? Yəni, namazları bilirəm ki, namazlar qəsirdir. Bir də orucuda zəhmət olmasa. Təşəkkür edirəm. Minnətdaram. Bu arada səfərə çıxacaq avtomobillə, təyyarə ilə bütün soydaşlarımızı Allah Taala yerin, göyün bəlasından qorusun. Çox qısa bir cavab mən yazmalıyım. Ya Kövsər müəllim, buyurun. Səfər tam bir səfər sayılır. İndi vətəndaşımızın ifadə etdiyi şəkildə bir səfərdə əgər namazları qəsr olaraq qılırsa, oruç da səfərə düşür. Görüşlər fərqlidir yenə də, yəni ixtiyar sahibidir deyən görüş var. Yəni istəyərsinizsə tutarsınız, istəyərsinizsə tutmazsınız. Seçim haqqı. Seçim haqqı təbii ki. Təşəkkür edirəm. Bir sual da qəbul edək və bitirək xeyirlisilə. Onsuz da iftara doğru izləyicilərimiz bilsinlər ki, yenə də 18:00-da bütün sualları ümumiləşdirərək canlı efirdə cavablandıracağıq. Zeynəb adlı izləyicimiz yazıb və o yüzlərlə sual var, onu ümumiləşdiririk. YouTube kanalında yazır ki, ağız yumaq orucu batil edirmi, zədəliyir? Ağız yumaq orucu, diş fırçalamaq, ağız yumaq orucu pozmaz, udmamaq şərti ilə. Üz yumaqda. Təşəkkür edirəm. Var olun. Azərbaycan İlahiyat Universitetində, Azərbaycanın dini mühitində, ən əsası isə inamın işığında neçə-neçə 10 illər milli mənəvi dəyərlərimizə, din-dövlət münasibətlərinin bütövlüyünə, vəhdətinə mücadilə yolunda birgə addımlayaq. Var olasınız. Əziz və vəfalı inamsevərlər, sonuna qədər bizi sosial şəbəkələrdə izləyən, eləcə də ekran qarşısında bizə dəyər verən vəfalı izləyicilərimiz, hörmətli inamsevərlər, hər birinizi Allaha əmanət edirəm. Allah Taala oruç və namazlarımızı qəbul etsin. Allah oruç tutmayan, namaz qılmayan, bu ayda yardımlaşan, paylaşan bütün izləyicilərimizə də, vəfalı soydaşlarımıza da oruc ibadətini həyata keçirmək üçün xeyirli fürsət versin. Çox da yox, saatlar sonra yenidən inamın işığında iftara doğru saat 18:00-da yenidən yenilənən Space televiziyasında sevənlərin, inananların verilişində inamda görüşmək duaları ilə uca, əziz Rəbbimiz, canımız, can Azərbaycanımızı qorusun.